Hər kəsə salam. Mən Zeynəb Musayeva. Bu gün sizin üçün Joseph Murphy-dən Pulu özünə necə cəlb etməli kitabını səsləndirəcəm. Mən hazıram. Siz də hazırsınızsa, gəlin başlayaq. Joseph Murphy. Pulu özünə necə cəlb etməli? Zəngin olmaq sizin təbii haqqınızdır. Zəngin olmaq, rifah içərisində yaşamaq, xoşbəxtlik və uğur saçmaq sizin ən təbii haqqınızdır. Kasıblıqdan və limitlərdən xilas olmaq üçün pula ehtiyacımız var. Əslində kasıblıqda heç bir şərəf yoxdur. Kasıblıq hər hansı bir xəstəlik kimi müalicə olunmalı olan zehni bir xəstəliyə bənzəyir. Dünyaya öz bacarıqlarımızı və potensialımızı ortaya çıxarmaq, həm ruhi, həm zehni, həm də maddi olaraq böyümək və inkişaf etmək üçün gəlmişik. Hər kəs doğuşdan hər yöndə özünü ifadə etmək, gözəl şeylərə və lüks əşyalara sahib olmaq haqqına sahibdir. Nə üçün aza qane olub maaşdan maaşa yaşamağı qəbul edək ki? Sonsuz zənginlik qaynaqlarını aça bilərik. Bu kitabda pul ilə necə dost olacağınızın və necə heç vaxt sıxıntı çəkməyəcəyinizin yollarından danışacağam. Zəngin, xoşbəxt və uğurlu olma arzusunda heç bir yanlış bir şey yoxdur. Bu arzu üstü bağlı bir şəkildə kosmik bir güc tərəfindən göndərilmişdir. Pula yeni bir gözlə baxın və onun real funksiyasını kəşf edin. Bir dəyişimə başlayın. Pulu kasıblıqdan çıxmaq üçün, gözəl şeylər və lüks əşyalar almaq üçün istifadə edə bilərsiniz. Bu sətirləri oxuyarkən kaş ki daha çox pulum olsaydı və ya daha yüksək bir maaşa layiqəm kimi düşüncələr ağlınıza gələ bilər. Sıx-sıx işlərinin dəyərinin bilinmədiyini düşünən insanlarla həmfikirəm. Ancaq nə üçün belə olur? Bunun səbəblərindən biri də pulu olan yanlış yanaşmamızdır. Daha doğrusu, açıq və ya gizli bir şəkildə pulu kiçik görməyimizdir, onu alçaltmağımızdır. Bir çox insan pulu mənfur metal parçası olaraq görür və ya pul sevgisi pisliklərin köküdür, deyir. Bəzən şuur altına kasıblığın bir şərəf olduğu düşüncəsi sızır və bu da rifaha gedən yolda bir maneə yaradır. Bu yanlış inanc uşaqlıqdan etibarən insana aşılana bilir. Bu ön mühakimələrə səbəb olur. Kasıblıq bir şərəf deyil, zehni bir xəstəlikdir. Fiziki olaraq özünüzü pis hiss edəndə narahat olur və xəstəliyin səbəblərini tapmağa çalışırsınız. Həkimə baş çəkir və ya öz-özünüzü müalicə etməyə çalışırsınız. Eyni şəkildə həyatda kifayət qədər pulunuz olmadığını başa düşsəniz, bunun üçün kömək axtarmalısınız. Bu sizinlə bağlı nələrinsə səhv olduğunu, nələrinsə yolunda getmədiyini göstərən bir xəbərdarlıq işarəsidir. Pul sadəcə olaraq bir simvoldur. 100 illər boyu duz, muncuqlar, müxtəlif bəzək əşyaları kimi fərqli formalarda istifadə olunmuşdur. Keçmiş dövrlərdə zənginlik qoyun və malqara sayı ilə ölçülürdü. Ancaq zamanla hesablama forması daha uyğun bir vəziyyətə gəlib. Lazım olan məbləğdə çek yazmaq bir sürü qoyun aparmaqdan daha asandır, deyilmi? Unutma ki, Tanrı sənin acınacaqlı bir daxmada yaşayıb ac qalmağını istəmir. Əksinə, o səni xoşbəxt, uğurlu və zəngin görmək istəyir. Çünki uca Tanrı yeni bir ulduz və ya kainat yaratmaq kimi hər bir işində uğur qazanır. Məsələn, dünyanı gəzmək, müasir incəsənət tarixini öyrənmək, başqa kollec dərəcəsi almaq və ya övladların üçün ən yaxşı məktəbi seçmək istəməkdə qəbahət yoxdur. Sevgili və diqqətli valideynlər olaraq uşağınızın gözəl şeylərlə əhatə olunmasını və dünyada harmoniyadan, unikallıqdan həzz almağı öyrənməsini istəyirsiniz. Siz yer üzünə bütün çətinlikləri dəf etmək və uğur qazanmaq, qabiliyyətlərinizi və potensialınızı tam inkişaf etdirmək üçün gəlmisiniz. Odur ki, daima pul çatışmazlığı hiss edirsinizsə, hərəkətə keçməyin vaxtıdır. Pulla bağlı bütün qərəzləri dərhal bir kənara qoyun. Onları bir daha çirkli və ya pis bir şey kimi görməyin. Sərvətə bu cür münasibət onun buxarlanmasına və yox olmasına səbəb olur. Çünki biz pislədiyimiz və ya nifrət etdiyimiz şeyi istər-istəməz itiririk. Təsəvvür edin ki, qızıl, gümüş, qurğuşun, mis və ya dəmir yatağı tapırsınız. Bunda pis bir şey varmı? Tanrının yaratdığı hər şey gözəldir. Pislik həyat qanunlarını yetərincə dərk etməməkdən və ya qeyri-adekvat dərk etməkdən ya da insanın Tanrıdan aldığı gücdən ağılsızlıqla istifadə etməsindən yaranır. Uran, qurğuşun və ya hər hansı metal valyuta kimi, yəni mübadilə vasitəsi kimi istifadə edilə bilər.
Bizim cəmiyyətdə kağız pul və çeklə ödəniş etmək adətdir. Düşünürəm ki, kağız pulların və ya çeklərin özləri və kağızlarında pis bir şey olmadığı ilə razılaşarsınız. Fiziklər metallar arasındakı fərqin nüvədəki elektronların sayında və nüvə ətrafında fırlanma sürətində olduğunu kəşf etdilər. Xüsusi bir siklotrondan istifadə edərək nüvəni bombalaya və bununla da bir metalı digərinə çevirə bilərsiniz. Məsələn, qızıldan civə ala bilərsiniz. Laboratoriya şəraitində hər hansı metalın sintetik yolla istehsal olunacağı gün uzaqda deyil. Bilmirəm siz necəsiniz, amma mən elektronlarda, neyronlarda, protonlarda və izotoplarda pis bir şey görmürəm. Fikir verin, cibinizdəki əskinas sadəcə elektron və protonlardan ibarət kağız parçasıdır. O gümüş sikkədən yalnız bu hissəciklərin sayına və onların hərəkət sürətinə görə fərqlənir. Çoxları mənə etiraz edə bilər. Amma insanlar pul üçün oğurlayır, öldürürlər, pulun hesabına saysız-hesabsız vəhşi cinayətlər törədilir. Bu pulu pis etmir. Problem ondadır ki, biz puldan çox vaxt xeyir yox, zərər üçün istifadə edirik. Məsələn, işə götürən qatilə 5000 dollar verir. Ancaq nəzərə almaq lazımdır ki, hər hansı bir şeydən yanlış məqsədlə istifadə edə bilərik. Bir insanı elektrik cərəyanı ilə vura və ya evi işıqlandıra bilərik. Bir uşağı su ilə sulaya və ya boğa bilərik. Uşağı odla qızdıra və ya yandıra bilərik. Məsələn, bir ovuc torpaq götürüb bir fincan qəhvənin içinə qoysanız, xoşunuza gəlməyəcək. Ancaq torpaqda və ya qəhvədə pis bir şey yoxdur. Problem başqa yerdədir. Torpaq fincanda yox, bağda olmalıdır. Eynilə iynəni iynə yastığının içinə yox, barmağınıza soxsanız, əlbəttə xoşunuza gəlməz. Təbiətin qüvvələrində və ya hadisələrində heç bir pislik yoxdur. Biz onları faydalı və ya zərərli hala gətiririk. Bir dəfə bir tanışım mənə dedi: "Mən müflisəm. Mən pula nifrət edirəm. Bütün pisliklərin kökü puldur." Əgər pulu hər şeydən daha vacib və üstün görsəniz, tezliklə maliyyə ekspertləri həyatınıza hakim olacaq və tarazlıq pozulacaq. İstəklərinizdən ağıllı istifadə etməyi öyrənin. Kimisi gücə, kimisi var-dövlətə meyllidir. Çoxları pul və mənfəət hərisliyinin onları tamamilə ələ keçirməsinə icazə verir. Mən inanılmaz dərəcədə zəngin olmaq istəyirəm və ora çatmaq üçün əlimdən gələni edəcəyəm deyirlər. Lakin insan tək çörəklə yaşamır. Həqiqətini unudurlar. Daxili rahatlıq və ahəng olmasa, böyük sərvət xoşbəxtlik və sevinc gətirməz. Təbiət həm daxili, həm də xarici dünyamızın gözəl olmasını tələb edir. Ona görə də hər şeydə mülayimliyi bilmək vacibdir. Çünki tarazlığı itirmək çox asandır. Məsələn, dini təriqət və ya təriqətin ardıcılı fanatik olur. Ailəsindən, dostlarından uzaqlaşır. Ailənin və cəmiyyətin üzvü olduğunu unudur. Tez bir zamanda özünə qapalı, əsəbi və qeyri-sabit olur. Əgər həyatı maddi nemətlərin dalınca keçirsəniz, tezliklə xəstəliklər, daxili narahatlıqlar, həyatınızda sevinc və sevgi çatışmazlığı yaşayacaqsınız. O zaman başa düşəcəksiniz ki, əsl dostluq, sevgi, sədaqət və bağlılıq pulla alına bilməz. Sizə məxsus milyonlarla dollar əslində pis deyil. Şərin kökü əbədi dəyərləri unutduğunuz üçün sizi təqib edən məyusluq və əsəbilikdir. Gec ya tez pulun hər şey olduğunu düşündüyünüz üçün səhv seçim etdiyinizi başa düşəcəksiniz. Əslində siz həyatınızda daxili rahatlıq, evinizdə harmoniya və bolluq olmasını istəyirdiniz. Bunu başa düşdükdə və Tanrıya üz tutduqda siz zəngin ola bilərsiniz və yenə də daxili harmoniyanı qoruyub xoşbəxt və sağlam qala bilərsiniz. İnsan təbiəti yaxşılığa meyllidir. Ona görə də sizdə pis bir şey yoxdur. Bütün arzularınız əbədilik və həyat hikməti olan Tanrının özü tərəfindən həyata keçmək üçün göndərilir. Məsələn, uşaq oxumaq istəyir, amma bunun üçün pulu yoxdur. Qonşu uşaqlarının məktəbə getməsini izləyir və bu onun istəyini daha da artırır. Mən də oxumaq istəyirəm deyə düşünür. Nəticədə təhsil haqqını ödəmək üçün başqasının pulunu oğurlaya və ya qopara bilir. Oxumaq və öyrənmək istəyi özlüyündə gözəldir, lakin uşaq bundan sui-istifadə edib, bununla da təkcə cəmiyyətin qanunlarını deyil, həm də kosmik harmoniya qanununu, yəni qızıl qaydanı pozaraq bəlaya düçar ola bilir. Əgər uşaq ruhani qanunların varlığından və Tanrının hər şeyi fəth edən qüdrətindən xəbərdar olsaydı, müttəhimlər kürsüsündə yox, məktəb skamyasında oturmuş olardı. Uşağın həbsə düşməsinin səbəbi odur. Bəlkə o səbəb qandallı polisdir.
Yox, polis sadəcə olaraq qanununu pozan adamın cəza mexanizmini işə salan şəxsdir. Uşaq özünə aid olmayan bir şeyi götürəndə özünü həbs edir. Şuuru zəncirləyən günahkarlıq və qorxu hissi tezliklə həbsxana kamerasının daş divarlarına çevrilir. Pul ilahi bolluğun, harmoniya və gözəlliyin simvoludur. Qurucu məqsədlər üçün ağıllı şəkildə istifadə edildikdə o saysız-hesabsız nemətlər mənbəyi ola bilir. Pul həm də bir millətin iqtisadi sağlamlığının göstəricisidir. Bunu belə düşünün. Damarlarınızda qan sərbəst axırsa, fiziki cəhətdən sağlamsınız. Həyatınızda pul sərbəst hərəkət edirsə, iqtisadi cəhətdən sağlamsınız. İnsanlar pulları gizlədəndə, xərcləməkdən qorxanda ölkədə iqtisadi böhranlar, problemlər yaranır. 1929-cu ilin maliyyə böhranı psixoloji panikanın nəticəsi idi. Sanki pis bir sehr atılmışdı. Qorxu və gələcəklə bağlı qeyri-müəyyənlik bütün dünyada insanları bürüdü. Unutmayın ki, biz həm obyektiv, həm də subyektiv dünyada yaşayırıq. Ona görə də mənəvi qidanı da unutmamalısınız. Hər gününüz gülüş və əyləncə, gözəllik və harmoniya, sülh və sevgi ilə dolsun. Mənəvi güc haqqında öyrənmək bizi həm mənəvi, həm də maddi bolluğa doğru düzgün yola salır. Ruhun və ağlın qanunlarını öyrənən birisi valyutanın adından və məzənnəsindən asılı olmayaraq iqtisadi qeyri-sabitlik və ya tənəzzülə, səhmlərin dəyişməsinə, tətillərə, müharibələrə və ya digər xoşagəlməz hallara baxmayaraq müsibətlərə düçar olmayacağına inanır. Bu cür möhkəm güvən insanın öz daxilindəki zənginliyi dərk etməsindən irəli gəlir. İnsan öz ağlını inandırıb ki, onun həyatında sonsuz ilahi bolluq hökm sürür. Sabah müharibə başlasa və onun bütün var-dövləti dəyərsizləşsə, Tanrı onu tərk etməz və heç bir şeysiz qalmaz. Var-dövlət Tanrının lütfünün heç vaxt bitməyəcəyini dərk etməkdir. Maliyyə ekspertləri pulların hərəkətini dənizin dalğaları ilə müqayisə edirlər. Yəni sikkələr bir müddət uzaqlaşa bilər, amma sonra geri qayıdırlar. Dalğanın ardınca dalğanın gəlməsi qaçılmazdır. Ona görə də əgər siz Tanrının əbədi, tək və hüdudsuz hüzurunun həyatınızı əhatə etdiyinə həqiqətən inanırsınızsa, zənginlik və bolluq dalğası qaçılmaz olaraq gələcək. Şuurun gücünü bilən insan qeyri-sabit iqtisadi vəziyyət, birja panikası, devalvasiya və ya inflyasiya zamanı narahat olmur. Çünki Tanrının onu tərk etməyəcəyinə əmindir. Belə bir insan həmişə Tanrının himayəsindədir. Göy quşlarına baxın. Onlar nə əkir, nə biçirlər, nə də anbarlara yığırlar. Lakin səmavi atanız onları bəsləyir. Məyər siz onlardan daha dəyərli deyilsiniz? İncildəki sənin sözün ayaqlarıma çıraq və yollarıma işıqdır sözlərini imanla deyəndə Tanrının hüzuru səni həyat yoluna bələdçi edəcək və səni hər şeydə qoruyacaq. Nemətlər yağış kimi yağacaq və sərvət gözlədiyinizi aşacaq. Şuuraltı olaraq daimi bolluq rəsmini yaratmaq asandır. Sadəcə istirahət edin, şuurunuzu və diqqətinizi söndürün, yarı yuxulu olun və bəzi daxili müşahidələr aparın. Sonra özünüzə bu sualları verin. Fikirlər haradan gəlir? Sərvət haradan gəlir? Mən, ağlım və ruhum haradan gəlib? Belə olanda yavaş-yavaş, addım-addım hər şeyin mənbəyinə, vahid mənbəyə yaxınlaşırıq. Siz indi ruhani qüvvələrin oyanışını və işini daxilən hiss etdiniz. Şuur artıq sərvətin şuur vəziyyəti olduğunu inkar etməyəcək. Gündə 3-4 dəfə, xüsusən də yatmazdan əvvəl bu qısa ifadəni yavaş-yavaş təkrarlayın. Mən xərcləməkdən və pul qazanmaqdan qorxmuram. Ona görə də həyatımda pullar sərbəst dövr edir və Tanrının bol qazancını gətirirlər. Bu düşüncəni gücləndirmək və onu şuur altınıza yerləşdirmək üçün bunu mütəmadi olaraq edin. Ancaq unutmayın ki, bu sözləri mexaniki olaraq təkrarlamaq istədiyiniz nəticəni verməyəcək. Hər sözü hiss edin. Həqiqəti hiss edin. Nə etdiyinizi və nə üçün etdiyinizi başa düşün. Çünki şuuraltı yalnız şuurun qəbul etdiyini qəbul edir. Ona görə də çətin vəziyyətdə olan insanlar mən varlıyam, işlərim yaxşı gedir, mən hər şeydə uğur qazanıram kimi ifadələri təkrarlamaqla vəziyyətdən çıxa bilmir. Üstəlik, bu cür bəyanatlar çox vaxt vəziyyəti daha da pisləşdirir. İnsan şuur altında yalnız bir düşüncə və ya əhval-ruhiyyəni, hissi qəbul edə bilər. Məsələn,
İşim yaxşı gedir deyirsiniz, amma bunun doğru olmadığını bildiyiniz üçün narazılıq hissiniz artır və iç səsiniz yox, yaxşı getmir, hər kəsin gözü qabağında çökür deyir. Baxırsınız ki, hər dəfə acizlik hissi artır və bu səbəbdən deyilən sözlər əks nəticə verir və sizə daha çox problem yaradır. Bu vəziyyətdən çıxmaq üçün yeni başlayanlar şuurlu olan sözləri və şuuraltı zehnin qəbul etməyəcəyi, aralarında ziddiyyət yaratmayacaq sözləri seçməlidirlər. Unutmayın ki, şuuraltı zehnimiz yalnız şuurlu şəkildə qəbul etdiyimiz inancları, hissləri və düşüncələri qəbul edir. Şuuraltını əməkdaşlığa cəlb etmək üçün hər gün işim yaxşılaşır və ya mən hər saat daha zəngin və müdrik oluram. Gəlirim hər gün artır və ya hər gün irəliləyirəm, addım atıram və maddi vəziyyətimi yaxşılaşdırıram deyə bilərsiniz. Bu və buna bənzər ifadələr şuurla şuuraltı arasında ziddiyyət yaratmır. Əgər kiçik bir dükan sahibinin cibində cəmi 10 qəpik varsa, o sabah məsələn bir cüt ayaqqabı satacağını və bununla da maddi vəziyyətini yaxşılaşdıracağını xəyal edə bilər. O öz-özünə bu sözləri təkrarlaya bilər. Hər gün daha çox satış edirəm və ya hər addımda daha da irəliləyirəm və maddi vəziyyətimi yaxşılaşdırıram. Bu cür dua psixoloji etiraz yaratmır və istənilən nəticəni gətirir. Ruhun qanunlarını bilənlərin bir möcüzə baş versin deyə arxain və emosiyalı bir şəkildə bu sözləri təkrarlaması kifayətdir. İşim yaxşı gedir və ya mən hər şeydə uğur qazanıram. Mən zənginəm. Bu niyə baş verir? Çünki onlar işim yaxşı gedir və ya hər işdə uğur qazanıram dedikdə, bu o demək olur ki, onlar Tanrının sonsuz bərəkət və sonsuz sərvət mənbəyi olduğunu dərk edib, bunu bütün mənlikləri ilə qəbul edirlər. Belə insanlar Tanrıya aid olan hər şeyi qəbul edirlər. Onlar bilirlər ki, sonsuz bərəkət və nicat mənbəyi olan Tanrı onların içərisində yaşayır. Bu kitabdakı fikirlərdən istifadə etməklə siz şuurunuzda zənginliyə və firavanlığa möhkəm inam yarada bilərsiniz və sonra səhra və quru torpaq sevinəcək, boş torpaq şadlanacaq və nərgiz kimi çiçək açacaq. Bir dəfə Avstraliyada tanış olduğum bir gənc cərrah olmaq istəyirdi. Amma nə pulu, nə də ali təhsili var idi. O dolanışığını təmin etmək üçün həkimlərin kabinetlərini təmizləyir və qeyri-adi işlərlə məşğul olurdu. O hər axşam yatmazdan əvvəl xəstəxanadakılara bənzəyən cilalanmış diplom xəyal etdiyini söylədi. Onun adı və soyadı isə böyük hərflərlə yazılmışdı. Dəqiq bilmirəm, o bu yuxunu nə qədər müddət görüb, amma yəqin ki, bir neçə aydır. Bu gəncin əzmkarlığı mükafatlandırıldı. Bir cərrah ona çox bağlandı və tezliklə onu öz köməkçisi etdi. Sterilizasiya, iynə vurma və digər köməkçi işləri yerinə yetirdi. Bu cərrah onun təhsil xərclərini də ödədi. Bir neçə il ərzində tanıdığım gənc məşhur cərrah oldu və indi Monrealda təcrübə keçir. Hər şey bir yuxu ilə başladı. Nə istədiyinizi aydın şəkildə biləsiniz. Bu bir daha təsdiqləyir ki, maddi dəyərlərdən müstəqil olan xəzinəni xarici aləmdə yox, daxili aləmdə axtarmaq lazımdır. Maddi dəyərlərdən müstəqil olan xəzinə və ya sərvət sizin arzularınız, istedadlarınız, insanlara xidmət etmək, fayda və sevgi vermək istəyinizdir. Özü də bilmədən bu gənc yuxunun gerçəkləşməsi qanununun güclü qüvvələrini işə saldı. Truvert deyir, məqsədinizi aydın görəndə yolun yarısındasınız. Tanıdığım gəncin məqsədi cərrah olmaq idi. O bu arzusunu yaşadı, onu bəslədi və şuur altında möhkəm inam qurana qədər davam etdi. Sonra hər şey onun xeyrinə işləməyə və məqsədinə çatmağa kömək etməyə başladı. Əlbəttə, gənc belə də deyə bilərdi. Mənim təhsilim və lazımi əlaqələrim yoxdur, öyrənmək üçün çox gecdir və bunun üçün pulum yoxdur. Tələb olunan məbləği toplamaq üçün illər lazımdır. Lakin belə olsaydı, o müharibəyə başlamazdan əvvəl məğlub olacaqdı. Onun sərvəti istəklərini eşidən və ona cavab verən daxili ruhani qüdrət idi. Dualarımıza necə və nə vaxt cavab alacağımızı bilmirik. Biz ancaq təxmin edə bilərik. Onun yolları anlaşılmaz və bilinməzdir. Buna görə də yollar naməlum və gözlənilməzdir. Siz təsəvvür edin ki, məqsəd artıq əldə olunub və yollar, üsullar daxili hikmətlə göstəriləcək.
Mənə tez-tez belə bir sual verilir. Yuxunu reallıq kimi qəbul edib, onun gerçəkləşəcəyini zehni olaraq təsəvvür etdikdən sonra nə etməliyəm? Cavab sadədir. Məqsədin fərqinə vardığınız andan bütün hərəkətləriniz şuuraltı olaraq ona çatmağa yönələcək. Ağıl və həyat qanunları hər hansı bir hərəkətimizə, hisslərin, inancların və düşüncələrin daxili hərəkətlərinə reaksiya təyin edir. Bir neçə ay əvvəl yatmazdan əvvəl yuxuda gördüm ki, ən məşhur əsərlərimdən biri olan İman Möcüzələrinin fransızca tərcüməsini oxuyuram. Kitabın bütün fransız dilli ölkələrdə çap oluna biləcəyinə inanırdım. Yuxumu artıq həll olunmuş, reallıq kimi təsəvvür edib bir müddət yatdım. 1954-cü ilin milad ərəfəsində Parisdəki böyük nəşriyyatdan əsərimin fransızca tərcüməsini nəşr etmək təklifi ilə bağlı məktub aldım. Məktuba kitabın çapı və xaricə satılması şərtlərini özündə əks etdirən müqavilə əlavə edilmişdi. Mənə isə sadəcə imza atmaq qalırdı. Dualarımdan sonra bu cəlbedici təklifi almaq üçün nə etmişdim? Etiraf etməliyəm ki, heç nə etməmişəm. İçimdəki müdriklik hər şeyi möcüzəvi şəkildə həll etdi və bu hətta ən aktiv düşünülmüş addımlardan və daha yaxşı nəticələr verdi. Bütün xarici impulslar və hərəkətlər sadəcə olaraq ağlın gizli hərəkətlərinin nəticəsidir. Buna görə də bütün qərarlar daxili qəbuldan başlayır və bütün hərəkətlərimiz həyata keçirməli olduğumuz planın tərkib hissəsidir. Məqsədinizi dəqiq müəyyən edəndə ona çatmaq üçün lazım olan qüvvələri səfərbər edirsiniz. Sadəcə xəyalın gerçəkləşəcəyinə və istədiyinizi əldə edəcəyinizə inanmaq lazımdır. Özünüzə zərər verməyi dayandırın. Təbii olaraq sizə aid olan yaxşı şeyləri rədd etməyin. Zəngin və uğurlu olmaq üçün ağlın müqavimətini dəf etmək, Tanrıya, həyata və dünyaya baxışınızı dəyişmək lazımdır. Başa düşün və hiss edin ki, həqiqətən istədiyinizi əldə etməyə, olmaq istədiyiniz insana çevrilməyə və ya zövq aldığınız işi etməyə heç nə mane ola bilməz. Bunun üçün yalnız Tanrını köməyə çağırmaq və onun böyük qanunlarını öyrənmək lazımdır. Düşüncə qanunlarını və prinsiplərini bilmək niyyətinizi həyata keçirməyə, uğursuzluq və itki qorxusundan xilas olmağa kömək edəcək və düşüncələriniz, hissləriniz və əhval-ruhiyyəniz gələcəyinizi müəyyənləşdirəcək. Unutmayın, hər şey sizin əlinizdədir. Sağlam və zəngin olduğunuzu qəbul edin və dualarınızın cavabları bəzən ətrafınızdakı insanlar tərəfindən başa düşülməsə belə, reallıqda da belə olacaq. Çox vaxt hiss edirsiniz ki, hamı sizə qarşıdır. Hətta öz ağlınız və hissləriniz belə. Tutaq ki, siz öz biznesinizi qurmaq qərarına gəldiniz və bu xəbəri dostunuzla paylaşdınız. Çox güman ki, dostunuz qaçılmaz olaraq uğursuzluğa səbəb olacaq çətinliklər və maneələr barədə danışacaq. Sizi bu fikirdən döndərməyə çalışacaq. Əgər sizin şuurunuz başqalarının sözlərinə və fikirlərinə açıqdırsa, dostunuzun proqnozları uğursuzluğu qaçılmaz edən hipnoz yaradacaq. Ancaq daxilən vahid və bölünməz bir mənəvi qüvvə hiss etsəniz və onu düşüncənizlə istiqamətləndirə bilsəniz, ətrafınızdakı dünyanın bütün maneələrini dəf edəcəksiniz. Çünki uğur qazanmaq üçün lazım olan bütün bilik və enerjini daşıyırsınız. Həm maddi, həm də mənəvi bolluğa doğru yolu tutmaq üçün başqalarının yoluna maneələr qoymaq və ya onlara paxıllıq etmək lazım deyil. Bu cür dağıdıcı düşüncələrə və əhval-ruhiyyələrə qapılsanız, özünüzə zərər verərsiniz. Çünki yaxşı yox, pis düşünürsünüz. Quimby deyir, başqaları üçün dilədiyimiz hər şeyi özümüz üçün də alırıq. Bu qızıl qayda kosmik, ilahi qanunların bir hissəsidir. Düşünürəm ki, siz yəqin ki, insanların tanışlarınız haqqında belə danışdıqlarını eşitmisiniz. O həyasız bir fırıldaqçıdır, başqalarının hesabına dolanır və ya bu adamın pulu yox idi, amma görün indi nə qədər pulu var, başqa hansı şəkildə o bu sərvəti əldə edə bilər? Belə insanlara yaxından nəzər salsanız, onların öz həyatlarında böyük ehtimalla çox da uğurlu olmadıqlarını və səhhətlərində problemlər və ya maddi çətinliklər yaşadıqlarını görəcəksiniz. Ola bilsin ki, köhnə dostları belə bir insanın uğur yolunda irəlilədiyini, peşəkar zirvələrə çatdığını və daha çox pul qazandığını görüblər. Ancaq belə insan qısqanclıq və qəzəblə doludur. Bu cür dağıdıcı hisslər onun bütün uğursuzluqlarının və yarımçıq ümidlərinin səbəbidir. Başqasının sərvətinə mənfi baxış onun uğur və firavanlıq əldə etməsinə mane olur.
Buna görə də arzuladığı pul və nemətlər yox olur. Belə adam istədiyi şeyi qınayır. Tanrı mənə rifaha çatmaqda kömək edəcək deyir, lakin sonra onu neytrallaşdırır. Mən tanıdığım zəngin adamı sevmirəm. Nəticədə şuuru iki yerə bölünür və ona kömək edə bilmir. Ətrafınızdakı insanlara səmimi qəlbdən xoş arzular diləyin. Onlara firavanlıq və uğurlar arzulayın. Yalnız o zaman siz də xoşbəxt ola və Tanrının nemətini hiss edə bilərsiniz. Təsəvvür edin ki, rəqibiniz banka böyük məbləğdə pul yatırır. Məsələn, 10.000 dollar. Bu insana Tanrının bir neməti kimi baxın və sevinin. Beləliklə Tanrının lütfünü öz həyatınıza dəvət etmiş olursunuz. İnsan dəyər verdiyi şeyi artırır, pislədiyi şeyi isə itirir. Məsələn, maaşınızdan narazısınız və işinizdə qədrinizin bilinmədiyini hiss edirsiniz. Bu zaman işinizdən qopmaq düşüncəsi şuur altınızda yerləşir və işinizi itirməyinizə səbəb olacaq bir qanun işə düşür. Beləliklə, bir gün müdiriniz sizə zəng edə və nəzakətlə işinizə ehtiyac olmadığını söyləyə bilər. Bu o demək deyil ki, müdiriniz sizi işdən çıxarıb. Siz bunu özünüz, öz mənfi əhval-ruhiyyənizlə, narazılığınızla yaratmısınız. Daxili narahatlıq və narahat şuur xarici bir reaksiya yaratdı və müdiriniz sadəcə bu hisslərin həqiqətini təsdiqləmiş oldu. İndi bu sətirləri oxuduqca bəlkə də hiylə və sui-istifadə ilə varlanan bir insan yadınıza düşür. Nəticə göz qabağındadır. Başqalarını aldadaraq, soymaqla həyatımızı məhv edirik. Bu təkcə maliyyə baxımından deyil, həm də xəstəliklər, populyarlığın itirilməsi, sosial statusun azalması, narahatlıq və əsəbilik, evdə və işdə problemlər kimi müxtəlif yollarla baş verə bilər. Ürəyinizdə yaxşılıq və sevgi ilə dolu, dünya ilə sülh içərisində, harmoniyada yuxuya getməkdən gözəl bir şey yoxdur. Ancaq bir çox insan bu sevincə nail ola bilmir. Bunlar vicdansız, başqalarını aldadan və istismar edən, etibarından sui-istifadə edən insanlardır. Belə insanlar fiziki və psixi pozğunluqlar, günah kompleksi, yuxusuzluq və müxtəlif fobiyalarla mübarizə aparmalı olurlar. Uğurlu bir iş adamı bir dəfə mənə dedi, mən həmişə məqsədə çatmaq üçün istənilən vasitənin mübah olduğunu düşünürdüm və istədiyim hər şeyi əldə etdim, amma nəticədə xərçənglə mükafatlandırıldım. Yalnız dəhşətli xəstəlikdən sonra bu insan uğur qazanmaq üçün seçdiyi yanlış yolu anladı. Başqalarına zərər vermədən zəngin və uğurlu ola bilərsiniz. Bir çox insanlar bunu anlamır və başqalarına zərər verməmək üçün özlərinə zərər verirlər. Sağlamlıq, sevinc, ilham, xoşbəxtlik və səmimi təbəssüm həyatlarından yox olur. İsa'nın tacirləri məbəddən qovduğu İncil parçasını xatırlayın. Biz də daxilimizdə topladığımız bütün mənfi emosiyalarla eyni şeyi etməliyik. Onların şuur altında yerləşməsinə imkan verməyin. İman atəşi ilə yanıb kül olsunlar. İkinci Dünya müharibəsinin əvvəlində Nyu-Yorkda bir qadın mümkün qədər çox qəhvə almağa qərar verdi. Qorxurdu ki, tezliklə bütün yeməklər kartlarla paylanacaq və o istədiyi qədər kofe içə bilməyəcək. O qədər qəhvə aldı ki, onu çətinliklə evə apardı. Zirzəmidə gizlədib sonra da axşam məclisinə getdi. Kilsədən qaydanda evinin qarət edildiyini gördü. Onlar təkcə qəhvəni deyil, gümüş qabları, pulları və daş-qaşları da oğurlamışdılar. Hər şeyi aparmışdılar. Qadın, niyə bu mənim başıma gəldi axı? Mən dindar bir insanam, həyatımda heç vaxt oğurluq etməmişəm deyə soruşdu. Doğrudanmı? Qadın şuuraltı olaraq yoxsulluq və ehtiyac qorxusuna yol vermədimi? Bu qorxuya qapılıb kofe yığdı və nəticədə hər şeyini itirdi. Qadının seyfi və ya bankı soyması lazım deyildi. Yoxsulluq qorxusu və narahatlığı səbəbindən bir çox ləyaqətli vətəndaşlar tez-tez uğursuzluqlar və itkilərlə qarşılaşırlar. İlk baxışdan yaxşı adam kimi görünə bilərlər, vergilərini vaxtında ödəyirlər, qanuna tabe olurlar, ictimai asayişi pozmurlar, seçkilərdə səs verirlər və xeyriyyətçilik üçün iyanə edirlər. Yer üzündəki həyat anlayışına görə əlbəttə ki, heç kimə zərər vermirlər. Ancaq yaxından baxsanız görərsiniz ki, bu insanlar çox vaxt başqalarının sərvətinə, uğuruna və şöhrətinə paxıllıq edirlər. Üstəlik, tutulmayacaqlarına inansalar, məsələn, əgər heç kim görməsə, başqasının pulunu oğurlayacaq qədər alçaqca bir hərəkət edə bilərlər.
Bu davranış onların daxili etibarsızlıq vəziyyətini əks etdirir. Buna görə də belə insanlar müxtəlif fırıldaqçıları özlərinə cəlb edirlər. Belə bir vəziyyət də onların pullarını asanlıqla əllərindən alır. İçimizdəki quldurlar bizi və ya evimizi soyacaq əsl oğruların yolunu açır. Əgər biz onlarla məşğul olmasaq. Bir çox insan sarsıda bilmədiyi bir günahkarlıq hissi ilə mübarizə aparır. Mən belə bir insan tanıyırdım. O bankda kassir işləyirdi və heç vaxt kassadan bir qəpik də götürməmişdi. Bu adamın ailəsi var idi, amma gizlicə sevgilisi ilə görüşürdü. O bu əlaqənin üzə çıxacağından daim qorxurdu və bu qorxuya günah da əlavə olunurdu. Daxili gərginlik vəziyyəti əzələ və silikli qışa xəstəliklərinə və kəskin sinuzitin inkişafına səbəb oldu. Dərmanlar onun vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırırdı. Ona görə də kömək üçün mənə müraciət etmək qərarına gəldi. Bu vəziyyətin səbəbini izah etdim və sağlam olması üçün sevgilisindən ayrılmalı olduğunu söylədim. Bu mümkün deyil dedi. Çünki məni anlayan yeganə qadındır dedi. Və hər şeydə özünü günahlandırmağa davam edirdi. Bir gün bu adamı seyfdən pul oğurlamaqla ittiham etdilər. O bunun anlaşılmazlıq olduğunu bilirdi. Lakin bütün şərti sübutlar buna işarə etdiyi üçün narahat olmağa başladı. Tezliklə anladı ki, daim özünü günahlandırmaqda günahkardır və daxili münasibətini dəyişib əsəbləşməyi dayandırsa, bütün ittihamlar ortadan qalxacaq. Haqsız yerə ittiham olunduğu zaman yaşadığı şok sevgilisi ilə münasibətini sona çatdırdı. Kişi davamlı dua etməyə başladı. Tanrıdan bank sahibi ilə anlaşmanı bərpa etməsini və onun günahsız olduğunu sübuta yetirməsinə kömək etməsini dilədi. Şuurda və qəlbdə Tanrının hüzuru olduqda hər bir şey gec-tez açılır. Ədalət öz yerini tapdı. Tezliklə oğru bankın gənc işçisi tapıldı və mənim tanıdığım şəxsə qarşı bütün ittihamlar götürüldü. O qədər sevinirdi və inanırdı ki, yalnız dualar onu həbsdən xilas edir. Harmoniya və xoşbəxtliyə nail olmağın qanunu sadədir. İnsanları onlar haqqında necə düşünmək istəyirsənsə, elə də düşün. Ətrafındakilarla səninlə necə davranılmasını istəyirsənsə, elə də davran. Bütün qəlbinizlə deyin, dünyada hər kəsə özüm üçün arzuladığım hər şeyi arzulayıram. Həqiqətən hər kəsin xoşbəxt və şən, zəngin və uğurlu olmasını, Tanrının sülh və bərəkətini yaşamasını istəyirəm. Ətrafınızdakı insanların uğurlarına və xoşbəxtliklərinə sevinməyi öyrənin. Özünüzə nə arzulayırsınızsa, dünyadakı hər kəsə arzulayın. Bu xoşbəxtlik və sülh üçün dualar ola bilər. Ətrafınızdakilərin xoşbəxtliyini əllərindən almayın. Çünki o zaman özünüzü qarət etmiş olarsınız. Əgər bəxt tanıdığınız insanlara gülümsəyirsə, əmin olun ki, o sizə də gülümsəyəcək. Əgər bir işçi yüksəldilibsə, onunla birlikdə sevinin və səmimi qəlbdən onu təbrik edin. Əgər qısqanırsınızsa və qəzəblənirsinizsə, heç vaxt yüksəlişi gözləməyin. Başqasının Tanrı tərəfindən verilmiş xoşbəxt, uğurlu, bolluq içində yaşamaq haqqını əlindən almağa çalışmayın. İsa deyir, yer üzündə özünüz üçün güvə və pasın məhv etdiyi, oğruların yarıb oğurladığı xəzinəni yığmayın. Ancaq göydə xəzinə toplayın ki, orada nə güvə, nə pas, nə də oğrular onu sındıra bilməsin. Belə olarsa, ürəyiniz də orada olacaq. Nifrət və paxıllıq qəlbi məhv edir. Bu halda qəlb pas kimi köhnəlir, dərin yaralar qoyur. Bu dağıdıcı hisslər təkcə zehni və bədəni yox, həm də ruhu zədələyir və bununla da xəstəliklərə səbəb olur. İsa'nın danışdığı səmavi xəzinələr dəyişməz həqiqətlərdir. Sülh, harmoniya, iman, sevinç, səmimiyyət, dürüstlük, mərhəmət, təvazökarlıq. Bu toxumları şuuraltınızın münbit torpağına əkin. Əgər siz kapitalınızı necə yatıracağınızı, mənfəət əldə etmək üçün hara yatıracağınızı bilmirsinizsə və ya səhm və istiqrazları hara yatıracağınızı tutmursunuzsa, bu dua ilə Tanrıya müraciət edin. O öz böyük hikməti ilə bu işdə mənə yol göstərəcək. Bütün sərmayələrimi ən yaxşı şəkildə yönəldən, mənə uğur və firavanlıq gətirən Tanrıdan kömək diləyirəm. Daim Tanrıya müraciət edin və tezliklə bütün sərmayələrinizin uğurlu olduğunu və Tanrının sizi mümkün itkilərdən qoruduğunu başa düşəcəksiniz. Siz hiss edəcəksiniz ki, iç səsiniz sizə səhmi deyərkən düşməyə başlamazdan əvvəl satmağınız lazım olduğunu söyləyəcək. Ailədə və işdə əminamanlıq və asayişin hökm sürməsi,
Qənaətlərinizin qazanc gətirməsi üçün hər gün bu sözləri təkrarlayın. Planetlərin hərəkətini istiqamətləndirən və günəşə əmr edən Tanrının hüzuru məni əhatə etsin. Üfüqdən yuxarı qalxmaq üçün Tanrıya yalvarıram ki, məndə olan hər şeyi qorusun və hifz etsin. İstəyirəm ailəmi, işimi, əmanətimi və malımı Tanrı məni və yaxınlarımı qorusun və hifz etsin. Bu böyük həqiqətləri hər an xatırlayın və sevginin əmrlərinə uyğun yaşayın. Hiss edəcəksiniz ki, Tanrı hər bir işdə sizə rəhbərlik və kömək edir, sizə uğur və firavanlıq gətirir. Uca Tanrıya güvəndiyiniz və onun hər şeyi əhatə edən sevgi və şəfqətinə arxalandığınız üçün uğursuzluqlar və itkilər evinizdən yan keçəcək. Tanrının xeyir duası və himayəsi altında ana qucağında olan uşaq kimi dincəlirsiniz. İstənilən problemi həll etmək üçün içinizdəki Tanrıya bu sözlərlə müraciət edin. Mən rahat yatıram və bu problemin həllini mənə göstərməsi üçün içimdəki Tanrının hikmətinə güvənirəm. Çünki həllini yalnız o tapa bilər. Cavab hər səhər doğan günəşlə birlikdə gələcək. Dua etdikdən və sakitləşdikdən sonra yatın. Çətinlik, problem, narazılıqla qarşılaşdığınız zaman panikaya düşməyin və qəzəblənməyin. Tələsik qərarlar verməyin. Yatmazdan əvvəl dua edin və Tanrı sizə nə edəcəyinizi söyləyəcək. Səhər axşamdan daha müdrikdir, deyir xalq müdrikləri. Dua edin ki, Tanrı sizi nurlandırsın və sizə doğru yol göstərsin, xeyir dua versin. Beləcə səhər açılanda kölgələr dağılacaq və həll yolunu aydın görə biləcəksiniz. Çarəsiz vəziyyətlər yoxdur. Hər bir problem Tanrının köməyi ilə həll oluna bilər. Ona görə də təslim olmayın və bir şey tərs gedən kimi özünüzü qurban kimi hiss etməyin. Qoy mənəvi həqiqətlərə olan imanınız möhkəm və sarsılmaz olsun və Tanrı məqsədinizə çatmağınıza, arzularınızı həyata keçirməyə kömək edəcəkdir. Böyük supermarketlərdə malların və sistemin qorunmasına cavabdeh olan işçilərin olduğunu görmüsünüz. Onların vəzifələrinə oğurluğun qarşısını almaq da daxildir. Onlar hər gün xırda oğruları cinayət başında tuturlar. Bu insanlar yoxsulluq və məhdudluq şüuru ilə hərəkət edir, özlərini aldadaraq soyarkən əslində yoxsulluq qapılarını açırlar. Onlar şüurun fəaliyyət qanunlarını başa düşmürlər. Əks halda çoxdan hidayət üçün Tanrıya müraciət edərdilər. Beləcə öz mənzillərinə, işlərinə sahib olacaq və heç bir şeyə ehtiyac duymayacaqdılar. Bunun üçün çox şey tələb olunmur. Özünüzü və həyata baxışınızı dəyişmək, namuslu insan olmaq, qarşıya məqsəd qoymaq və ona doğru qətiyyətlə addımlamaq. Yalnız bu halda özünüzə hörmət qazana və ətrafınızdakı insanlarda rəğbət oyada bilərsiniz. İsa deyir, yoxsullar həmişə sizinlə olacaq, mən isə həmişə sizinlə olmayacağam. Hər zaman bizimlə olan yoxsulluq əslində daxili narazılıq və daha çox şeyə nail olmaq istəyidir. Çox vaxt pula ehtiyacımız yoxdursa, sağlamlıq problemləri, ailə münaqişələri, uşaqlarla çətinliklər və fikir ayrılıqları yaranır. Həyatınızın harmoniyadan çıxdığını, dəyişmək və ya tam xoşbəxtliyə nail olmaq üçün nəyəsə ehtiyacınız olduğunu hiss etdiyiniz bu anlar sizi yoxsullaşdırır. Pislik ona görə mövcuddur ki, biz yaxşılığı daha aydın görə bilək və yaxşılığı qiymətləndirə bilək. Yoxsulluq içində yaşayan insan zənginlik və bolluqdan tam həzz ala bilməz. Doğulanda hamımız bərabərik. İngiltərə kralı və yoxsul insan. Çünki şuurumuza məhdud dünyəvi düşüncələr yeridilib. Biz onlarla yaşamalıyıq. Qarşılaşdığımız çətinliklər və problemlər əslində daxili gücümüzü üzə çıxarmağa, problemləri həll etməyə kömək edən bir yoxsulluqlardır. Məhz kədər və məyusluq gözyaşlarını tanıyanlar sevinclərini daha dərindən hiss edirlər. Yoxsulluq bizi xilas yolunu və azadlığı axtarmağa vadar edir. Tanrıya yaxınlaşmağa və onun xeyir duasını, lütfünü almağa imkan verir. Qorxu və cəhalət, narahatlıq və narazılıq, ağrı və disharmoniya, bunların hamısı daxili yoxsulluq hallarıdır. Lakin onlar sizin həyatınızı yaxşılığa doğru dəyişdirmək üçün həll yolları axtarmağa təkan ola bilər. Bəzən problemlər üst-üstə düşür. Bir problem digəri ilə əvəz olunur. Bütün bu problemlərin niyə başınıza gəldiyini başa düşmürsünüz. Sanki kimsə elə sizdən yapışıb. Belə anlarda ümidsiz olmayın. Çünki Tanrı sizi bütün bu əzab və yoxsulluqda görəcək ki, sizi azad edəcək həqiqəti öyrənə biləsiniz.
Tanrının göndərdiyi çətinliklər və sınaqlar nə gözəldir. Onlar öhdəsindən gəlməli olduğumuz zəhərli ilanlardır. Çünki qarşılığında əvəzsiz xəzinəni mükafat olaraq verirlər. Daxili narazılıq bizə daha yüksəklərə çatmağa və oturub gözləməməyə imkan verir. Bir çox məşhur ixtiraçılar, tədqiqatçılar və alimlər insanların həyatını asanlaşdırmaq və ya gündəlik problemlərə yeni həll yolları tapmaq istəyirdilər. Onlar Tanrının batini hüzuruna müraciət etdikdə cavabları tapdılar, qiymətli biliyin incisini kəşf etdilər. Mən Tanrını axtardım və o məni eşidib bütün təhlükələrdən xilas etdi. İstədiyinizi əldə etmək yalnız qısa bir müddət üçün məmnunluq verir. Sonra yeni hədəflər ortaya çıxır. Bu dövr də sonsuzdur. Həyat qüvvəsi sizi Tanrının sonsuz lütfü və xeyirxahlığı ilə rəhbər tutaraq daim təkmilləşməyə, tərəqqiyə və uğurdan uğura getməyə sövq edən daxili mühərrik kimidir. Daim sizi təqib edən narazılıq, daha çox şeyə nail olmaq, daha müdrik və xoşbəxt olmaq, həyatı daha şən və parlaq etmək istəyi daxili Tanrının varlığından xəbər verir. Çünki daxili Tanrı sonsuzdur və heç vaxt tam dərk edilə bilməz. Mükəmməl və mütləq olan dünyada hər şey mükəmməl və gözəldir. Lakin bu reallığı eyni dərəcədə mükəmməl etmək üçün ilk növbədə başa düşməliyik ki, doğulmazdan əvvəl Tanrı bizə firavanlıq və xoşbəxtlik, inkişaf etmək və yeni şeylər öyrənmək, riyaziyyat, astronomiya, fizika və sair kimi sahələrdə biliklərimiz ilə genişlənmək hüququ verir. Həyat Tanrıya yaxınlaşmaq və oyanmaq, yüksəlmək və böyüməkdən ibarətdir. Bir gün Tanrının kamil, hər şeyi bilən və hər yerdə mövcud olduğunu dərk edəcək və dünya düşüncələrindən, qorxularından, cəhalətlərindən, məhdudiyyətlərindən, narazılıqlarından azad olub yenidən Tanrıda doğulacaqsınız. Köhnə inancların hipnozundan qurtulub dünyaya Tanrının gözü ilə baxacaqsınız. O zaman dodaqlarınızdan pərəstiş və sevinç sözləri axacaq. Cənnət krallığı yaxınlaşdı. Daxili aclığınızı və narazılığınızı sakitləşdirin. Arzularınızı və istəklərinizi aydın şəkildə müəyyənləşdirin. Onların reallığına inanın və bu arzuların yerinə yetirilməsi üçün böyük yaradana dua edin. Bu dualar və düşüncələriniz Tanrının gücünü işə salacaq. Narahatlıqlar və qorxular sizi bürüməyə başlayanda Tanrının əbədi həqiqətlərinə müraciət edin. Rəbb mənim işığımdır, xilasımdır. Rəbb həyatımın qalasıdır. Kimdən qorxacağam? Yoxsulun vəziyyətini dərk edən nə bəxtiyardır. Rəbb onu sıxıntı günündə xilas edəcək. Tanrım, sığındığım və qorunduğum yer. Ona güvənirəm. Onun qanadları altına sığınacaqsan. Onun həqiqəti qalxan və qoruyucu olacaq. Səni sevirəm Tanrım, mənim gücüm. Tanrı əzəmətlidir, izzət və əzəmətə bürünmüşdür. Qoy bu müqəddəs sözlərin müalicəvi və təmizləyici gücü zehninizi və ruhunuzu doldursun. Səmimi dua şuurunuzdan qorxu, etibarsızlıq və narahatlığı aradan qaldırmağa kömək etsin. Süleymanın məsələlərinə müraciət edin və qəlbiniz Tanrının həqiqəti ilə dolsun. Şən ürək özü sevindirər. Kim xoşbəxtdirsə, onun üçün əbədi ziyafət var. Şən ürək şəfa verər, sınıq ruh isə sümükləri qurudar. Buna görə də sizə xatırladıram ki, sizdə olan Tanrının ənamını yandırın. Pavel Timoteyə deyir. Eyni şey bizim üçün də keçərlidir. Atamızın sizə verdiyi hədiyyəni kəşf edin və dünyavi fikirlər, mənfi emosiyalar və hisslər həbsxanasından çıxın. Tanrını içinizdə olan yeganə həqiqi güc və hər şeyin səbəbi kimi qəbul edin. O zaman onun köməyini və dəstəyini hiss edəcəksiniz. Orada deyilir, Tanrıya yaxınlaşın, o da sizə yaxınlaşacaq. Səmimi iman və məhəbbətlə Tanrıya üz tutun. Ona təvəkkül edin ki, o sizi uğur və firavanlıq yoluna yönəldərək həyatınızı sülh və xeyirxahlıqla doldursun. Qoy Tanrı sizin təsəllivericiniz, dostunuz və məsləhətçiniz olsun. O zaman tam əminliklə deyə bilərsiniz. Tanrı sevgidir. Mən onu tapdım və o həqiqətən məni bütün qorxularımdan xilas etdi. Tezliklə siz deyə bilərsiniz. Uca Tanrı məni yaşıl otaqlarda dincəldir və öz nemətlərini mənə yağdırır. Beyninizdə bu sözləri təkrarlayın. Mənim ürəyim Tanrının hüzurunu dərk etməklə an-an sevinir. Tanrı həyatımın bütün boş qablarını doldurur.
Kim olmaq istədiyinizi və ya nəyə nail olmaq istədiyinizi aydın təsəvvür etdiyiniz zaman dualarınız cavabsız qalmayacaq. İndi düşünün, həyatının bütün qabları doludurmu? Hər şeydən razısınızmı? Sağlamlığınızı gücləndirmək, varlanmaq, sevdiyiniz və ya əsl dost tapmaq, istedad və bacarıqlarınızı ifadə etmək istəyirsiniz? Hamımızın istədiyi və nail olmaq istədiyimiz hər şey sağlamlıq, zənginlik, sevgi və özünü ifadə adlandırıla bilən 4 kateqoriyadan birinə aiddir. Mənə etiraz edib, mən hikmət qazanmaq istəyirəm, bu kateqoriyanı qeyd etməmisiniz deyə bilərsiniz. Əslində, həqiqəti bilmək istəyən tək siz deyilsiniz. Çoxları bunu arzulayır. Sadəcə olaraq hər kəs buna fərqli bir ad verir. Hikmət axtarışı, həqiqəti bilmək istəyi çoxlarının məqsədidir və bu özünü ifadə kateqoriyasına düşür. Çünki bu yolla siz özünüzü Tanrıda daha dolğun ifadə edə bilərsiniz. Yoxsulluq, kasıblıq, məhrumiyyət və çətinliklər insanın özünü tanımasının, uca yaradana yol tapmasının və onun nurunu görməsinin yeganə yolu budur. Bizə bütün səlahiyyətlərimizdən iki istiqamətdə istifadə etmək azadlığı verilir. Konstruktiv və dağıdıcı. Bu qüvvələrdən düzgün istifadə etməyi və birləşdirməyi öyrəndikdə daxili aləmə baxa və hansı qanunların bizi idarə etdiyini başa düşə bilərik. Əgər səni yaxşı və ya sevgi dolu birisi olmağa məcbur etsələr, bu hisslər mənasını itirəcək və standart hərəkətlər toplusunu yerinə yetirən robota çevriləcəksən. İnsan azadlığı ətrafındakılara müxtəlif yollarla yanaşa bilməkdədir. Heç kim onu istinasız olaraq hamını sevməyə məcbur etmir. Əks halda bu sevgi olmazdı. Bir qadın sizə sevgisini etiraf edib yalnız sizinlə olmaq istədiyini deyirsə, bu xoşbəxtlikdir. Dünyanın bütün kişiləri arasında səni seçib sevməsi möcüzə deyilmi? Onu heç kim məcbur etməyib. Bu ruhun, qəlbin hərəkətidir. Siz qatil və ya övliya olmağı insanlara xeyir və ya şər gətirməyi seçməkdə azadsınız. Beləliklə, ətrafınızdakılar sizə necə yanaşacaqlarına və sizi qiymətləndirəcəklərinə qərar verə biləcəklər. Məsələn, Prezident Lincoln kimi sizi tərifləyə və ya qınaya bilərlər. Həyat şəraitinə, aldığı tərbiyəyə, yaşına, dərisinin rənginə, dini inancına və ya baxışına görə xoşbəxt və uğurlu ola bilməyəcəyini düşünən insan əslində özünü aldadır. Uğur qazanmaq üçün özünü firavan və zəngin hiss etməlisiniz. Məndən əvvəl gələnlərin hamısı oğru və quldurdur. Bizi emosiyalar idarə edir. Ona görə də onları mənəvi qanunlara tabe etməliyik. Firavanlıq arzusu əslində Tanrının sizə yer üzündəki bütün zənginliklərə yol açacağı ilə bağlı verdiyi vəddir. Ən kiçik tərəddüd və şübhə etmədən ona etibar edin. Quimby duanı məhkəmədə kimisə müdafiə edən vəkilə bənzədir. Vəkil, cinayətkarın dələduzluq və böhtan qurbanı olduğunu sübut etməklə ona bəraət qazandıra bilər. İndi özünüzü bir hakim kimi təsəvvür edə və öz qərarınızı verə bilərsiniz. Bütün mənfi düşüncələri və əhval-ruhiyyəni pisləyin, özünüzü sübut edin ki, əslində yoxsulluq, ehtiyac və uğursuzluq yoxdur. Bunların hamısı əsassız qorxu və yalandan ibarətdir. Anlayın ki, dünyada yalnız bir mənəvi qüvvə və ilk səbəb var. İndi siz mənfi halların və ətrafınızdakıların təsirindən xilas olmalı və reallığın yalnız əhval-ruhiyyənizlə müəyyənləşdiyini qəbul etməlisiniz. Bu əhval-ruhiyyələr zənginliyə, azadlığa və xoşbəxtliyə yol açır. İçinizdəki Tanrının qüdrəti şuur altınızda yerləşmiş firavanlıq və zənginlik düşüncələrinə cavab verəcək və tezliklə bütün arzularınız ən möcüzəli və inanılmaz şəkildə gerçəkləşəcək. Çünki ulu yaradanın qanunları onlardan tamamilə fərqlidir. Uğura fokuslandıqdan sonra bütün addımlar, hərəkətlər və davranışlar sizi hədəfinizə yaxınlaşdıracaq. Öz xoşbəxtliyiniz və rifahınızın xeyrinə inandırıcı sübutlar təqdim edən bir hakim kimi şuurunuzu öz xeyrinizə işləməyə məcbur edəcəksiniz. Siz qorxuları və qərəzləri ölümə məhkum etdiniz və bu qərarı həyata keçirdiniz. Amma qorxudan tam xilas olmaq mümkün deyil və bu yaxşıdır. Çünki qorxu bizə hərəkətə işarə edir, Tanrıya və yaxşılığa inanmağa vadar edir. Bu duanı əzbərləyin və hər gün təkrarlayın. Tanrı mənim bərəkətimin və firavanlığımın mənbəyidir. Mənə lütf göstərdiyi üçün sərvət bol-bol tökülür.
Bilirəm ki, uca Tanrı məni sevir və qiymətləndirir. Ona görə də hər şeylə ona xidmət edirəm. Mənim qüdrətli Tanrım, sənə bütün nemətlərin və hədiyyələrin üçün təşəkkür edirəm. Zənginliyə gedən yol. Zənginlik bir şuur vəziyyətidir. Sadə bir misal deyim. Bir həkimin diplomu və xəstələrini müayinə edərkən istifadə etdiyi bütün avadanlıqları oğurlanıb. Düşünürəm ki, razılaşarsınız ki, bu hadisə onun ixtisasını itirməsinə səbəb olmadı və həkim xəstələrə baxmağa, dərmanlar yazmağa, məsləhətlər verməyə davam edə bildi. Xarici simvollar və atributlar əhəmiyyət kəsb etmir. Çünki həkim onsuz da insanlara faydalı olmaq üçün lazımi bilik və bacarıqlara malik idi. Əgər dünyanı daha yaxşı və gözəl bir yerə çevirmək arzusu sizdə varsa, bu halda siz uğura məhkumsunuz. Həyat şübhəsiz ki, sizin istedad və bacarıqlarınızdan başqalarının yaxşılığı üçün istifadə etmək istəyinizə cavab verəcəkdir. Mən bir dəfə 1929-cu ilin böhranı zamanı bütün yığdıqlarını və evini itirmiş bir adamla tanış oldum. New Yorkda bir oteldə olduğum mühazirədən sonra o yanıma gəldi. Özü haqqında danışdı və nəhayət əlavə etdi. 4 ildə $1 milyon qazandım və böhran zamanı hamısını itirdim. Amma bunun əvəzini çıxa bilərəm. Mən itirdim, pul sadəcə zənginliyin bir simvoludur. Görəcəksiniz, yaxın bir zamanda bal arıları kimi mənə geri qayıdacaqdır. Sonraki bir neçə il ərzində bu adamla əlaqə saxladım. Onun uğura olan sarsılmaz inamının sirrini başa düşməyə çalışdım. Təəccüblənəcəksiniz, amma onun ortaya qoyduğu qayda dünya qədər qədimdir. Daha doğrusu, İncil qədər qədimdir və o deyir: suyu şəraba çevirin. Yəhyanın İncilini oxuyanda dərhal başa düşdü ki, bütün suallarına cavab tapıb. Necə sağlam, xoşbəxt və zəngin olmaq olar? Sülh və daxili sakitliyi necə tapmaq olar? İncildə şərab bütün arzuların yerinə yetirilməsi, planların və nailiyyətlərin həyata keçirilməsi deməkdir. Başqa sözlə, bu məqsədlər və xəyallar həyata keçirmək istədiyiniz şeylərdir. Su bizim şuurumuzdur. Bu maye asanlıqla töküldüyü qabın formasını alır. Eynilə inandığımız və doğru olduğunu düşündüyümüz hər şey həyatımıza daxil olur və reallığa çevrilir. Bu şəkildə su şəraba çevrilir. Müqəddəs kitab Tanrı tərəfindən seçilmiş və ilham verilmiş insanlar tərəfindən yazılmış kitabdır. Bu bütün həyati suallarınıza cavab verən tətbiqi psixologiya üçün bilikli bələdçidir. Müqəddəs kitabın əsas prinsiplərindən biri düzgün düşüncələr, inanclar və əhval-ruhiyyə ilə taleyimizi yaxşılığa doğru dəyişmək imkanıdır. Biz bu dünyaya uğur qazanmaq və qalib gəlmək üçün gəlmişik. Çünki bizim istənilən problemi həll etmək və istənilən çətinliyin öhdəsindən gəlmək gücümüz var. Müqəddəs kitaba yeni gözlərlə baxın və sizin qarşınızda həm mənəvi, həm də maddi bolluğa birbaşa yol açılacaq. Uğur qazanmaq, xoşbəxt olmaq üçün lazım olan gücü və inamı hiss edəcəksiniz. Hekayəsini danışdığım adam cibində bir qəpik olmayanda belə suyu şəraba çevirə bilərəm deyirdi. Bu sözləri ilə o demək istəyirdi: mən öz şuurumu, yoxsulluq düşüncələrinin enerjisini uğur və zənginlik arzusunun gerçəkləşməsinə yönləndirəcəm. O belə düşünürdü: mən bir dəfə vicdanla sərvət qazana bildim və yenə edəcəm. Mən sərvət simvolunu cəlb edə bildim və mən bunu bir daha edəcəm. Bilirəm və hiss edirəm ki, hər şey tam mənim istədiyim kimi olacaq. Tanıdığım bu adam kimya məhsulları istehsal edən bir şirkətdə satıcı işləməyə başladı. Onun satış həcminin artırılması ilə bağlı bəzi fikirləri olub və rəhbərliyə təqdim edib. Tezliklə vitse-prezident oldu və 4 ildən sonra şirkətin prezidenti seçildi. Bütün bu müddət ərzində o, suyu şəraba çevirə biləcəyinə inanırdı. Suyun şəraba çevrilməsi hekayəsinə yeni gözlərlə baxın. Özünüzə deyin: mən düşündüyüm və xəyal etdiyim hər şeyə, əldə etmək istədiyim hər şeyə nail ola bilərəm. Çünki mən dünyada hər şeyin tab gətirdiyi sadə şuur qanununu öyrənmişəm. Hekayəsini danışdığım adam təsir və reaksiya qanununu kəşf etdi. Bu o deməkdir ki, xarici dünyamız, sağlamlıq vəziyyəti, hadisələr və insanlar, pulun varlığı və ya yoxluğu, daxili düşüncələrin, hisslərin və inancların dəqiq əksidir. Bu ifadənin doğruluğu dəfələrlə sübut olunub. Daxili dünyanızı dəyişdirin, uğura, zənginliyə və daxili sülhə nail olmağa diqqət yetirin.
Bu fikirlər yavaş-yavaş şuurda kök salacaq, münbit torpağa düşən toxumlar kimi cücərəcək və daimi firavanlığa, uğura, daxili rahatlığa inam bəxş edəcək. Müdrik fikirlər düzgün hərəkətlər gətirir. Başa düşəcəksiniz ki, dua varlanmaq üçün bir yoldur. Dua arzularınıza və xəyallarınıza ruhi bir birləşmə törəni və təqdisidir. Yaxşı şeylər üzərində düşünmə, xəyalların həyata keçirilməsidir. Dua edərkən istəklərinizi daxilləşdirir və onlarla birləşirsiniz. İndi sizə suyu şəraba çevirmək möcüzəsinə nail olan gənc qadının hekayəsini danışmaq istəyirəm. O gözəllik salonu açdı, lakin tezliklə anası ağır xəstələndi və bir müddət işini tərk etməli oldu. Bu qadın anasına baxarkən onun 2 dostu və ortağı salonu iflasa sürükləyiblər. Nəticədə tanıdığım qadın evini satıb borca düşməli oldu. O işini itirdi, dolanışıq imkanlarından məhrum oldu və anasının müalicəsi üçün pul ödəyə bilmədi. Qadın məndən kömək istədi və mən ona dedim ki, suyu şəraba çevirməklə həyatı möcüzəvi şəkildə dəyişə bilər. Həm də izah etdim ki, şərab cavablanmış dua və çatmağa can atılan məqsədlərdir. Qadının şuuru xarici aləmlə uzlaşmırdı. Sadəcə konflikt var idi. Daxili səsi davamlı olaraq pıçırdayırdı. Həyat sənə qarşı ədalətsizdir. Bir düşün, hər şeyi itirdin, ev, iş, pul. Qadın son vaxtlar tam ümidsizliyə düşdüyünü və dua etmədiyini etiraf etdi. Müəyyən problemləri ilə o qədər məşğul idi ki, ən vacib şeyin fərqinə varmamışdı. Onun üzləşdiyi çətinliklərin, bəlaların kökünü xarici aləmdə yox, daxili aləmdə axtarmaq lazımdır. Söhbətimiz zamanı məlum oldu ki, münaqişəni şuurda həll etmədən vəziyyəti düzəltmək mümkün deyil. Əziz oxucu, indi nəyə nail olmaq istədiyinizi düşünün. Yəqin ki, şuurunuzda sizi xəyallarınızın gerçəkləşməyəcəyinə inandırmağa çalışan bir səs var. Məsələn, sağalmaq istəyirsinizsə, daxili səs etiraz edə bilər. Bu xəstəliyi müalicə etmək mümkün deyil. O qədər dərmanlar və müalicələr sınamısınız. Hamısı boş yerədir. Vəziyyət daha da pisləşir. Yaxud ruhani müalicə üsullarına şübhə və inamsızlıq şuuraltınıza daxil ola bilər. Özünüzü dinləyin. Bəlkə də məndən kömək istəyən gənc qadın kimi problemləriniz var. Şuurunuzda bir mübarizə də ola bilər və xarici dünya və şərait daima meydan oxuya bilər. Özünü ifadə etmək, zənginlik, daxili rahatlıq üçün maneələr yarada bilər. Həqiqi dua arzu və arzularla birləşmə bayramıdır. Problemləri həll etməyə və onlardan xilas olmağa kömək edir. Dua əsnasında inandığımızı şuurumuzda qeyd edirik. Emerson deyir, insan gün ərzində haqqında düşündüyü şeydir. Adətən bizə təsir edən əhval-ruhiyyə və düşüncələr yavaş-yavaş yaşayış qanunlarımızı və inanclarımızı formalaşdırır. Zaman keçdikcə onlar şuur altına yerləşirlər və oradan həyatımızı və xarici aləmdə başımıza gələn hər şeyi idarə edirlər. Şuurun işləmə mexanizmini dərk etmək, suyu şəraba çevirmək, yəni yoxsulluq və ehtiyacdan xilas olmaq, zənginliyi və bolluğu qəbul etməyə hazır olmaq üçün ilk addımdır. Mənəvi güclərini bilməyən insanlar asanlıqla çaxnaşmaya və dünyanın onlara tətbiq etdiyi yoxsulluq qorxusuna düşürlər. İndi müqəddəs kitabı açın və ilk möcüzənizə həyata keçirməyə hazırlaşın. İnanın, bu gözəllik salonundakı gənc qadının etdiyi kimi sizin əlinizdədir. Müqəddəs yazılarda hadisələrin xronoloji ardıcıllığına əməl etməyə və onun tarixi düzgünlüyünü təhlil etməyə çalışmayın. Biz böyük kitabı buna görə oxumuruq. Məqsədimiz onda təsvir olunan şuur qanunlarını başa düşmək və onları ruh və ağıl baxımından araşdırmaqdır. Gəlin, bu ayəni təhlil edək. 3-cü gün Qalileyanın Kana şəhərində toy oldu və İsa'nın anası orada idi. Qalileya şuurunuzu, Kana isə arzu və ya təxəyyülünüzü təmsil edir. Toy, məqsədinizə çatmaq istəyinizin zehni, subyektiv həyata keçirilməsidir. Dua ritualı, daxili vəziyyətinizin, hisslərinizin və düşüncələrinizin iştirak etdiyi mənəvi birləşmə mərasimidir. Bu kontekstdə İsa işıqlı ağıldır və İsa'nın anası sizi dolduran hisslər və əhval-ruhiyyədir. Davam edirik. İsa və şagirdləri də toya dəvət olunmuşdular. Tələbələr arzularınıza çatmaq üçün qabiliyyətlərinizi və güclü tərəflərinizi təmsil edirlər. Onların şərabı çatanda İsa'nın anası ona dedi, şərabları yoxdur. Şərab dəfələrlə qeyd etdiyim kimi qəbul edilən dua və ya arzuların yerinə yetirilməsi məqsədə çatmaq deməkdir.
İndi bu müqəddəs kitab hekayəsi yad və anlaşılmaz bir hadisə olmaqdan çıxıb və gündəlik həyatınızın bir hissəsinə çevrilib. Gənc qadın kimi nəyəsə nail olmaq, bütün problemləri həll etmək, iş tapmaq, varlanmaq, istəyəndə çox vaxt sizi etibarsızlıq və qorxu bürüyür. Mən ümidsiz vəziyyətdəyəm, hər şey əldən gedir, bacarmayacağam. Bu xarici aləmin səsidir. Səni əsir edib deyir. Onların şərabı yoxdur, yəni həqiqətlə üzləş. Daha gözləyəcək bir şeyin yoxdur. Bu acizlik və ümidsizlik hissidir. Mənfi vəziyyət və şərtlərlə necə qarşılaşdığınızı düşünün. Siz həmişə bu kitabdan öyrəndiyiniz şuur qanunlarına əməl edirsinizmi? Mənim daxili hisslərim və düşüncələrim necədirsə, xarici dünyam da, yəni sağlamlıq vəziyyətim, maddi və sosial vəziyyətim, ətrafdakı insanlarla münasibətim də elədir. Şuurum və təxəyyülüm bütün daxili hərəkətləri mənim xarici həyatımın necə olacağını istiqamətləndirir, idarə və müəyyən edir. Müqəddəs kitabda deyilir: İnsan necə düşünürsə elədir. Ruh şuuraltının başqa adıdır. Başqa sözlə, şuuraltı mən vasitəsilə düşüncələr həqiqətə çevrilə bilər. Düşüncələr və hisslər taleyi təyin edir. Daxili maraqla dəstəklənən hər hansı bir fikir tez bir zamanda xarici aləmdə gerçəkləşir. Dua hiss və düşüncələrin, istəklərin vəhdətidir. Bu, İncildə qeyd olunan toydur. Şuurun istənilən istəyi və ya gözləntisi istər yaxşı, istərsə də pis gerçəkləşir. İndi bütün hisslərin və arzuların gec-tez gerçəkləşəcəyini bildiyiniz zaman şuurunuzu nizama salmağa çalışın. Qorxu, etibarsızlıq, ümidsizlik və ya qərarsızlıq sizi ələ keçirməyə başlayanda onların şuurunuzu ələ keçirməsinə imkan verməyin. Diqqətinizi yaxşılığa yönəldin. Cavablandırılmış bir dua və ya bir yuxunun gerçəkləşdiyini xatırlayın. Müqəddəs yazıların sözləri ilə desək, mənim vaxtım hələ gəlməyib və qadın, bunun mənimlə nə əlaqəsi var? Bu gizli məna daşıyır. Şərq fəlsəfəsinə əsaslanan alt mətni ehtiva edir. Bu bölməni təhlil edək. Qadın sizi ələ keçirən mənfi emosiyaları təmsil edir. Əslində onlar gücsüzdürlər, çünki dəstəklənmirlər. Arxalarında heç nə yoxdur. Yoxsulluq və uğursuzluq qorxusu da əsassızdır. Onlar yalnız sizin düşüncə və hisslərinizdə mövcuddur. Tanrının sizin üçün nə demək olduğunu düşünün. O vahid, ruhani qüdrət və hamının tək, görünməz mənbəyi adlanır. Düşüncələrinizdə nizam və harmoniya varsa, ruhani qüdrət istəklərinizə cavab verəcək və bolluq, firavanlıq və sülh gətirəcəkdir. Pis düşüncələri gecikdirmədən rədd etməyi öyrənin. Ruhani gücün varlığını qəbul edin və ondan istəklərinizi yerinə yetirməsini, məqsədlərinizə çatmağınıza kömək etməsini istəyin. Baxın, yalnız o zaman bu sözlərdəki böyük həqiqəti kəşf edəcəksiniz. Qadın, bunun mənə nə dəxli var? İndi isə müqəddəs yazılardakı bu ifadəyə baxaq. Mənim vaxtım hələ gəlməyib. Bu o deməkdir ki, daxili iş möhkəm müsbət şuur vəziyyətinə çatana qədər davam edir. Uğur haqqında düşünürsən, qarşına böyük həyat məqsədləri qoyursan, daxili düşüncələriniz və gözləntiləriniz şuurunuzda kök salana qədər zehninizi tədricən doldurur. Bu yolla şuur vəziyyətini yaxşılaşdıra bilərsiniz. Dindar bir insan üçün dua etibarsızlıq hissini aradan qaldırmağa, rahatlıq qazanmağa, uca yaradana qarşı ümid və iman qazanmağa kömək edir. Ruhani gücün dəstəyini təmin edir. Sonra ana qələbə və sevinç hissini izləyir. Nəticədə insan duaya cavab alır. Bu da problemin həlli və ya məqsədə çatmaq deməkdir. Yahya müjdəsinin 2-ci fəslində qeyd olunan su qabları zehninizdə arzunun həyata keçməyə hazırlaşdığını ifadə edir. Bu 1 dəqiqə, 1 saat, 1 həftə və ya 1 ay çəkə bilər. Hər şey inamın gücündən və şuurun vəziyyətindən asılıdır. Dua əsnasında batil inanclardan, qayğılardan, qorxu və etibarsızlıqlardan xilas olun. Xarici aləmdən uzaqlaşın və şuurunuzu söndürün. İndi sükut və dinclik içində duanın qəbul olunduğunu təsəvvür edin. Tezliklə hər şeyin xəyal etdiyiniz kimi olacağına dair daxili inam hiss edəcəksiniz. Məqsədinizə çatmaq üçün birləşdiyiniz an hisslərin və arzuların birləşməsini gətirəcək. Əziz oxucu, bu anda siz həyatınızın harmoniya və əmin amanlıq, sağlamlıq və uğur, bolluk və firavanlıqla dolmasını istəyirsiniz. Sizin duanız Qalileyanın Kana şəhərindəki toy, arzu və məqsədlərinizin tanınması və onlara nail olmaq üçün göstərdiyiniz səydir.
Onları ağzına qədər doldurdular. Müqəddəs yazılar 6 daş küp sunu, ruhani və əqli iş, yaradıcılıq zamanı sizin zehninizin vəziyyətini ifadə etmək kimi təsvir edir. Nə olmaq istədiyinizi tam hiss etməlisiniz. Məqsədinizə çatmağı uğurla təsəvvür etdikdən sonra daha bu barədə dua etməyin. Arzunuzun gerçəkləşdiyini başa düşəcək və hiss edəcəksiniz. Bu şuur vəziyyəti sizə gözlənilən sülh və əminamanlığı gətirəcək. O onlara dedi: "İndi götürün və ziyafətin rəhbərinə aparın. Şuurumuzu doldurduğumuz hər şey tezliklə gerçəkləşəcək. Duanın cavabını alacağımıza dair daxili inamımız olduqda bunu ziyafətin rəhbərinə aparın deyirik. Şuurda baş verən ziyafəti isə aparan sizsiniz. Gün ərzində biz hisslərimiz vasitəsilə təkcə vizual, eşitmə, toxunma və qoxu görüntülərini deyil, minlərlə düşüncə, təklif, rəy və perspektivləri də qəbul edirik. Onlarla istədiyinizi edə bilərsiniz. Onları yararsız hesab edərək rədd edin və ya qəbul edin. Diqqət yetirin. Ziyafət idarəçisi sizin şuurunuz, ağlınız, zəkanızdır. Həyatınızın xəyalını və ya nail olmaq istədiyiniz məqsədi düşünəndə istəklərinizi şuurda təcəssüm etdirməyə kömək edirsiniz. Şuuraltı ağıl daha sonra düşüncələri və əhval-ruhiyyəni həyata keçirməyə kömək edir. Yəni, batini subyektiv aləmdə nə təsəvvür edirsinizsə, zahiri obyektiv aləmdə gerçəkləşir və şuur sübut edir ki, su şəraba çevrilir, yəni dua qəbul olunur. Bu halda şərtsiz şuuru yaradan, şərabı isə şərtli şuur, inanc və rəyləri isə görünməz və formasız mənəvi qüvvə adlandıra bilərik. Küpləri dolduran xidmətçilər inancımıza uyğun olaraq yaxşı əməllərin mükafatlandırılacağı əmin-amanlıq və inan vəziyyətini simvollaşdırır. Müqəddəs kitabda təsvir olunan ruhani prinsipləri ürəyinizdə saxlayın və onları bütün qəlbinizlə sevin. Biz yalnız kiçik bir hissəni, İsa'nın möcüzələrin başlanğıcını qoyduğu bir hissəni araşdırdıq. Unutmayın ki, dua sizin şuurunuzla təxəyyülünüzün vəhdətidir. Müqəddəs yazılarda deyilir: sevgi qanunun yerinə yetirilməsidir. Bu, yaxşılıqla bir olma və özünü ifadə etmə hissidir. Sevdiyiniz və arzuladığınız şeylərə sadiq qalın. Qorxularla oynamayın, narahatlıqlara qapılmayın. Əks halda doğru yoldan çıxaraq vəsvəsələrin təsiri altına düşərsiniz. Mən kömək istəyən gənc qadına müqəddəs kitabın bu hissəsinin əsl mənasını açanda o ruhən zənginləşdi. O yeni biliyindən dua zamanı istifadə etmək qərarına gəldi. İndi yeni fikirlərlə dolu olan qadın başa düşdü ki, su bütün boş küpləri doldura bilər. Axşama yaxın gərginlik getdi. Gənc qadın rahatladı. Beləcə onun qarşısında yalnız xoşbəxtlik və uğur olduğunu xəyal etdi. Yavaş-yavaş fikirlərini düzgün istiqamətə çevirdi və şuurunda firavanlığa doğru 3 addım atdı. Birinci addım. 5 dəqiqə ərzində o, yerli bank menecerinin onu böyük bir investisiyaya görə təbrik etdiyini təsəvvür etdi. İkinci addım. 3-5 dəqiqə ərzində o, anasının sevincli səsini eşitdi. Qızım, sənə bu perspektivli işi təklif etdikləri üçün çox şadam. Üçüncü addım. Gənc qadın mənim kilsədə qurbangahın qarşısında dayanıb toy mərasimini yerinə yetirdiyimi aydın şəkildə gördü. Sonra o, sizə ər-arvad elan edirəm sözlərini eşitdi. Bu 3 addımı atdıqdan sonra duanın cavabının sevinci və xoşbəxtliyi ilə dolu dinc bir yuxuya getdi. Sonraki 3 həftə ərzində heç bir irəliləyiş olmadı. Əslində vəziyyət daha da pisləşdi, lakin qadın inadla mənfi cavabları qəbul etməkdən və məğlubiyyətini etiraf etməkdən imtina etdi. Bilirdi ki, ruhən böyümək üçün ilk möcüzəni qorxunu imana, acizlik və yoxsulluq hisslərini zənginliyə və firavanlığa, uğur və bolluğa çevirməli idi. O şuurlu yuxunu reallaşdırmaq üçün lazım olan şərtlərə, vəziyyətlərə və təcrübələrə əməl edə bildi. Şuur, varlıq, həyat, ilk səbəb, müqəddəs ruh, bu qüvvəyə nə deyirsinizsə, o hər şeyin mənşəyidir. Ruhani güc və ya ruh hər şeyin səbəbi və mahiyyətidir. Ətrafınızdakı hər şey, quşlar və ağaclar, yer və ulduzlar, günəş və ay, qızıl, gümüş və platin bunun təzahürüdür. Rəbb Tanrıdır və ondan başqa heç kim yoxdur. Gənc qadın başa düşdü ki, su həyatı tam və xoşbəxt edə bilər. Ona lazım olan hər şeyə çevrilə bilər. Pul, ev, əsl dostlar və sevgililər tapmaq, özünü ifadə etmək yolları və anasının sağalmasına kömək etmək imkanı. O birdən bu sadə həqiqəti dərk etdi və dedi:
Mənə aid olan yaxşılığı və gözəlliyi qəbul edirəm. Əslində insandan heç nə gizli deyil. Tanrı bizim içimizdədir və bizi gözləyir. Bir ay keçməmiş gənc qadın evləndi. Bu cütlüyü evləndirən və onları ər-arvad elan edən mən olmuşam. Meditasiya zamanı hər şey onun təsəvvür etdiyi kimi baş verdi. Ərinin toy hədiyyəsi 24 min dollarlıq çek və dünyanı gəzmək idi. Qadın evin və bağın təşkilində öz dizayn istedadını ifadə edə bildi. Beləliklə, onun dualarına cavab verildi. Şuuru və həyatı yaxşılığa doğru dəyişdi və müqəddəs kitabın sözləri yerinə yetirildi. Səhra və quru torpaq şadlanacaq, kimsəsiz torpaq şənlənəcək və nərgiz kimi çiçək açacaq. Bu gənc qadın suyu şəraba çevirməyi bacardı. Şuurunu, gözləntilərini, uğur arzularını su ilə doldurdu. Bu xəyalları yaşatmaqla o mütəmadi olaraq daxili aləmini ilahi yardıma, inamla doldururdu. Zaman keçdikcə arzuları qaranlıqdan işığa çıxdı. Əhəmiyyətli bir qaydanı xatırlayın. Yerinə yetirilən arzu və ya arzunu əks etdirən film lentini heç vaxt qorxu, etibarsızlıq, ümidsizlik, acizlik və narahatlığın dağıdıcı təsirinə məruz qoymayın. Qapınızı döysələr, dərhal içəriyə dönün və qələbənin, uğurun, xoşbəxt anlarını təsvir edən səhnələrə diqqət yetirin. Özünüzə deyin: mən gözəl kadrlar çəkməklə məşğulam və onları xarab etmək üçün çölə çıxa bilmirəm. Gələcək fotoşəklin təmizləyiciləri kimi sevinc, inam və anlayışı düşünün. İndi siz ruhani qanunlardan necə düzgün istifadə edəcəyinizi bilirsiniz və öz təcrübənizdən görmüsünüz ki, düşündüyünüz və təsəvvür etdiyiniz hər şey gec-tez gerçəkləşəcək. Bu əla deyilmi? Mən sizə maliyyə rifahına və bolluğa nail olmağın başqa bir yolunu demək istəyirəm ki, bu da həyatınızın qalan hissəsi üçün heç bir şeyə ehtiyac duymamağınıza kömək edəcək. Əgər onun effektivliyinə həqiqətən inanırsınızsa, səxavətlə mükafatlandırılacaqsınız. Mən Londonda yaşayarkən maddi vəziyyəti çox çətin olan bir adam məndən kömək istədi. Bu adam Anglikan kilsəsinin üzvü idi və buna görə də şuurun iş prinsipləri haqqında müəyyən biliyə malik idi. Ona gün ərzində bu sözləri təkrarlamağı tövsiyə etdim. Harada olsam da hər dəqiqə Tanrının köməyini hiss edirəm və bilirəm ki, o mənim bütün ehtiyaclarımı ödəyəcək. Görün təbiət nə qədər səxavətli və zəngindir. Səmavi atamız dənizdəki balıqları və göydəki quşları qidalandırır. Doğulduğun andan səni mehriban valideynlər qorudu. Anan səni yedirdib isitdi. Atan səni bəlalardan qorudu. Böyüyəndə sənə kifayət qədər imkanlar yaradan və möhtac etməyən bir iş tapdın. Dedim və sonra əlavə etdim. Sənə həyat verən, səni sevgi və qayğı ilə əhatə edən ilk odur. Niyə o birdən səndən üz döndərib? Kömək istəklərinə cavab verməsin. Kişi bunun əsassız olduğunu etiraf etdi. İş yerində ona qarşı haqsızlıq edildiyini düşünəndə, rəhbərlik ucbatından əsəbləşəndə, özünü tənqid edib dəyərsiz olduğunu düşünəndə, gücün mənbəyi olan sonsuz mənbədən, lazım olan hər şeydən qopduğunu başa düşdü. Bu yolla o, sonsuz zəkanın və ya ilk səbəbin gücünü və hikmətlə təmin edilən hər şeyi inkar etdi. Allah bizi göy quşları kimi qidalandırmır. Biz şuurlu şəkildə sonsuz qüdrət və varlığa üz tutub dua etməliyik ki, o yolumuzu göstərsin və ehtiyaclarımızı ödəmək üçün lazım olan həyat enerjisini bizə versin. Bu adamın suyu bolluğa və maddi rifaha çevirmək üçün istifadə etdiyi üsul idi. O başa düşdü ki, Tanrı və ya ruhani gücü bizim içimizdədir və hər şeyin mənşəyi ilk səbəbidir. Biz sərvət içində yaşaya bilərik ki, bu da bizə Tanrının verdiyi əsas haqdır. Bu adam belə bir dua etdi. Harada olsam da hər dəqiqə Tanrının köməyini hiss edirəm və bilirəm ki, o mənim bütün ehtiyaclarımı ödəyəcək. Maddi və mənəvi cəhətdən mənə bolluq və ilahi lütf göndərəcək. O bu sadə sözləri şuurlu və düşüncəli şəkildə gündə bir neçə dəfə təkrarlayır, şuurunu zənginlik və firavanlıq gözləntisi ilə doldururdu. Bu adam müsbət, optimist və konstruktiv düşüncələri qəbul etməli idi. Təcrübəli satıcı müştərini məhsulun keyfiyyətinə inandırmaq üçün əvvəlcə buna özünü razı salmalıdır. Dağıdıcı düşüncələr və əhval-ruhiyyə sizi ələ keçirməyə başlayacaq, dedim. Onlara müqavimət göstərməyə çalışmayın, duaya diqqət yetirin, ağlınızda səssizcə təkrarlayın, hər sözü sevgi və imanla doldurun.
O mənim məsləhətimə əməl edirdi və hər tərəfdən qorxu və etibarsızlıqla yanaşı problemlər və çətinliklər gələndə inan və qətiyyətlə təkrar edirdi. Harada olsam da hər dəqiqə Tanrının köməyini hiss edirəm və bilirəm ki, o mənim bütün ehtiyaclarımı ödəyib, maddi və mənəvi cəhətdən bol və ilahi olan lütf göndərəcək. Bəzən evə gedərkən günün problemlərini, dərdlərini xatırlayanda onun daxili səsi dağıdıcı fikirlər pıçıldamağa başlayırdı. Məsələn, hər şey əldən getdi, ümid yoxdur və ya sən artıq müflis olmusan. Bu adam bu fikirləri şuurundan uzaqlaşdıraraq sonsuz mənbəyə, sağlamlığın və bütün yaxşılığın mənbəyinə üz tutdu. Tanrı sonsuz firavanlıq mənbəyidir və mən onu tapdım. Və ya bütün problemlərin ən yaxşı həllini uca yaradan bilir. Onun sərvət və nemətləri anadan gəlmə mənə məxsusdur. Sözlərini beynində təkrarlayardı. İlk söhbətimizin ertəsi günü onun şuurunun qapısını hər dəqiqə qorxu, güvənsizlik, narahatlıq döyürdü. Amma bu adam sevinç və iman oğruları olan bu bədxahların qapısını açmırdı. Əvəzində o daimi ilahi hüzuru ürəyinə qəbul etdi və onun sağlamlığı, gücü və enerjisi ilə doldu. Beləliklə, yer üzündəki həyatını zəngin və xoşbəxt etmək üçün güc tapdı. İkinci gün dağıdıcı fikirlər bir qədər azaldı. Üçüncü gün xeyli azaldı. Dördüncü gün yalnız ən təkidli olanlar gəldi. Lakin şuur qapılarının onlara açılmayacağına dair qəti cavab aldılar. Giriş bağlıdır. Yalnız gücləndirən, şəfa verən, müqəddəsləşdirən və ruhlandıran düşüncələri və əhval-ruhiyyəni qəbul edirik. Şuur var-dövlət şuuru ilə dolu idi və indi deyə bilərdi: bu dünyanın prinsi gəlir və məndə heç nə tapmayacaq. Bu o deməkdir ki, mənfi əhval-ruhiyyə, yoxsulluq qorxusu, narahatlıq gəldi, lakin şuur onlara reaksiya vermədi. İndi o Tanrıya və onun qüdrətinə, bolluk və maddi rifah perspektivinə tam inanırdı. Tanıdığım bu adam müflis olmayıb, əksinə uğur qazanıb, bankdan kredit götürüb şəxsi biznesini qurub və biznesini uğurla davam etdirir. Dua edərkən istədiyinizə sadiq qalmağı, məqsədinizə sadiq qalmağı, xəyalınıza sadiq qalmağı unutmayın. Bir çox insanlar sərvət və uğur əldə edə bilmirlər, çünki onlar iki ağaya xidmət edirlər. Əvvəlcə bütün yaxşılıqların və rifahın mənbəyini Tanrı olduğunu qəbul edir, bir neçə dəqiqədən sonra bu sözlərin gücünü zərərsizləşdirir, panikaya düşür və düşünürlər: hər şey əldən getdi, ödəmələrimi ödəməyə və ehtiyaclarımı qarşılamağa pulum yoxdur və ya sanki pis bir tilsim edilib. Dolana bilmirəm, ən əsas ehtiyaclar üçün belə pul yoxdur. Bu cür düşüncələr duanın müalicəvi gücünü zərərsizləşdirir və Tanrının nemətlərini almağınıza mane olur. Bu iki tərəfli dua iki ağaya xidmət adlanır. Planlarınıza və qarşıya qoyduğunuz məqsədlərə sadiq qalın. Ruhani gücü unutmayın. Özünüzü dağıdıcı düşüncələr, qorxu və narahatlıqlarla müttəfiq etməyin. Dua edən şəxs gəminin kapitanıdır. Gəminin hara getdiyini bilməli, gedəcəyi yeri aydın təsəvvür etməlidir. Kapitan naviqasiya qanunlarını bilirsə, gəmini asanlıqla təyinat yerinə apara bilər. Fırtına və ya dəniz dalğası zamanı gəmi kursdan çıxanda kapitan sakitcə onu geri qaytarır. İndi təsəvvür et ki, gəmini idarə edirsiniz. Kapitan körpüsündə dayanıb öz fikirləriniz, inanclarınız, əhvalınızla əmrlər verirsiniz. Məqsədinizə çatmağınıza kömək edəcək düzgün bələdçilərə sadiq qalın. Gəminin marşrutdan kənara çıxmasına səbəb ola biləcək maneə və çətinliklərə, gecikmələrə və fasilələrə fikir verməyin. Şuurunuzu nikbinlik və qətiyyətlə doldurun. Düşüncələr və əhval-ruhiyyə problemdən və nöqsanlardan uzaqlaşaraq zənginliyə və rifaha aparan ilahi həqiqət və qanunlarla dolu bir gəmidir. Qyumbi mükəmməl bir müdrik və ruh və ağıl qanunlarının müəllimi idi. Bir dəfə demişdi: insan şuuru ona nə deyirsə, elə hərəkət edən bir varlıqdır. Düşünün, sizi nə yönləndirir? Həyata münasibətinizi nə müəyyənləşdirir? Cavab sadədir. Düşüncələrimiz, baxışlarımız və inanclarımız şuuru hərəkətə keçirir və müəyyən dərəcədə bizi idarə edir. Beləliklə, biz Qyumbinin haqlı olaraq dediyi kimi öz inanclarımızın ifadəsi cəmi oluruq. Qyumbinin başqa bir məşhur statında deyilir: şuurlarımız atmosferin təbəqələri kimi kəsişir, lakin hər bir insan özünə məxsusluğunu və fərdiliyini saxlayır. Uşaqlıqda valideynlərin əhval-ruhiyyəsi, hissləri və inancları, evdəki ümumi atmosfer sizə təsir edirdi.
Şuur onların təkcə dini üstünlüklərini və dünya görüşlərini yox, həm də narahatlıq və təlaşlarını, qorxu və qərəzlərini özünə hopdurub. Kasıb ailədə böyüyən uşaq daim valideynlərinin pul çatışmazlığından şikayətini eşidir. Saltın şərti refleks terapiyasının tərəfdarları belə bir insanın yoxsulluq içində yaşamağa məhkum olduğunu və yanıldıqlarını söyləyirdilər. Ola bilsin ki, şuur uşaqlıq təəssüratları və təcrübələri əsasında yoxsulluq kompleksi formalaşdırıb, lakin səmimi dua ilə zəiflikləri, xoşagəlməz halları aradan qaldırmaq, qərəzlərdən xilas olmaq və tamamilə azad bir insan olmaq mümkündür. Bir dəfə New Yorkdakı Stanway Hall otelində verdiyim bir seminardan sonra cəhənnəm mətbəxləri kimi tanınmış ən kriminal ərazilərdən birində yaşayan 17 yaşlı bir yeniyetmə mənə yaxınlaşdı. Söhbətlərimizdən sonra həyatının niyə yaxşı getmədiyini və daim uğursuzluqla üzləşdiyini başa düşdü. O idarə olunmasa və konstruktiv istiqamətə yönəldilməsə, həyatını məhv edə biləcək dağıdıcı, mənfi düşüncələrin və əhval-ruhiyyənin qurbanı olmuşdu. Quimby'nin sözlərini xatırlayın. İnsan şuurunun dediyi kimi hərəkət edir. Bu həqiqətən də doğrudur. Çünki Quimby bilirdi ki, şuurumuza diqqət yetirməliyik. Çünki xarici dünya qorxu və problemlərlə doludur. İnamsızlıq və uğursuzluqlar bizə təsir edə bilər. Dünyəvi problemlərə və xəstəlik, ölüm, uğursuzluq, zəiflik və bədbəxtliyə inanmamaq üçün müqəddəs kitabın məsləhətinə əməl edin. Onların arasından çıx və ayrı ol. Qalıcı və zamandan müstəqil olan dəyərlərə yönəlin. Gənc öz həyatını idarə etmək qərarına gəlib, həm maddi, həm də mənəvi zənginliyə aparan düz yola qədəm qoydu. O ilahi bolluğu minnətdarlıqla qəbul etdi və şuurunu mənəvi prinsiplərlə doldurdu. Bunu edən kimi dağıdıcı fikirlər, əhval-ruhiyyələr iz qoymadan yoxa çıxdı. Ona elmi fantaziya adlı sadə üsul kömək edib. Onun təbii gözəl səsi var idi, lakin bu təlim və inkişaf tələb edirdi. Mən ona dedim ki, o müəyyən obrazları şuurunda fokuslasa, onlar onun şuur altına keçəcək və sonra reallığa çevriləcək. O bu hərəkət və reaksiya qanununu, yəni şuurdakı obraza cavab verən şuuraltı qanununu dərk edib həyata keçirdi. Dəfələrlə gecə yatmazdan əvvəl sakitləşən, dincələn bu gənc özünü səhnədə əlində mikrofon tutaraq oxuyarkən təsəvvür edirdi. Sonra o, gəlirli müqavilə imzalaması münasibətilə təbrik sözləri və möhtəşəm səsinə görə təriflər eşitməyi xəyal edirdi. O hər gün uğur və tanınma səhnələrini təsəvvür edirdi və beləliklə bu onun şuur altına həkk olundu. Daxili iş reallıqda öz ifadəsini tapdı. O vaxt New Yorkda yaşayan məşhur İtalyan səs məşqçisi gəncin təbii istedadlarını kəşf etdi və onunla pulsuz işləməyə razı oldu. O tezliklə aparıcı səs yazma şirkətləri ilə müqavilələr imzaladı və bütün dünyada, Avropa, Asiya və Cənubi Afrikada qastrol səfərlərində oldu. Tamaşalara görə yaxşı pul alırdı və artıq heç nəyə ehtiyacı yox idi. Görürsünüz, əsl sərvət bizim içimizdə, Tanrının verdiyi gizli istedad və bacarıqlardadır. Sadəcə olaraq onları tapıb üzə çıxarmaq lazımdır. Ətrafınıza daha çox fayda vermək və bəşəriyyətin inkişafına töhfə vermək istəyərdinizmi? Mənim rahib olan bir dostum bir dəfə mənə dedi ki, xidmətinin əvvəlində həm o, həm də kilsə maddi çətinliklərlə üzləşirdi. O sadə bir dua ilə vəziyyəti dəyişə bildi. Pərverdigara, ilahi kəlamı cəmaatıma daha yaxşı çatdırmağıma kömək et. Bu sözlər həqiqətən möcüzə göstərdi. Pul sel kimi axdı və kilsə binası ipotekadan xilas oldu. Düşünürəm ki, siz bu fəslin mahiyyətini başa düşürsünüz. Daxili dünyamız, hisslərimiz, əhval-ruhiyyəmiz və inanclarımız xarici dünyanın necə olacağını müəyyənləşdirir. Şuurda baş verən hər şey reallıqda rezonans doğurur. Buna görə də biz reallığı dəyişdirmək üçün daxili dünyamız üzərində işləməliyik. Göydə olduğu kimi yerdə də, yəni düşüncələr, hisslər, ətrafımızdakı insanlarla münasibətlərimiz və şuurun əhval-ruhiyyəsi sağlamlıq vəziyyətini, yaxşı və ya pis hadisələri müəyyən edir. Müqəddəs kitabda deyilir, gizli olan heç bir şey yoxdur ki, aşkar olmasın. Məsələn, özünüzü xəstə və ya pis hiss edirsinizsə, bu emosional sahənizdə və şuurunuzda bir şeyin səhv olduğunu göstərir. Biri sizi incitdikdə və ya pis xəbər aldığınız halda bədəniniz daxili yas və kədər vəziyyətini ifadə edir. Bu üz ifadəsində, jestlərdə, səs tonunda və yerişdə görünür.
Təbii ki, dua və meditasiya ilə emosiyalarınızı idarə edə, kənardan sakit və soyuqqanlı görünə, bədən və üz əzələlərini gərginləşdirərək rahatlaşdıra bilərsiniz. Beləcə, göz və dodaqlarınız kədər, qəzəb və ümidsizlik göstərməz. Digər tərəfdən, dua və meditasiya vəziyyətə tamamilə fərqli prizmadan baxmağınıza kömək edir. Pis xəbər sizi sarsıtmır, onları sakit qəbul edirsiniz, gümrahlığınızı və nikbinliyinizi qoruyursunuz. Heç kim pis xəbər aldığınıza inanmaz. İndi güzgü qarşısında durun və özünüzə diqqətlə baxın. Üzünüzə, dodaqlarınıza, gözlərinizə, jestlərinizə, gün ərzində hansı xəbərləri eşitməyinizdən asılı olmayaraq böyük bir miras aldığınızı təsəvvür edin. Xoşbəxtlik, sevinc və böyük gözlənti hiss edin. Bədəninizin bu vəziyyətə necə reaksiya verdiyinə diqqət yetirin. Dua etməklə istənilən çətinliyi sevincə çevirə bilərsiniz. Bunu etmək üçün şuurunuzu sülh, uğur düşüncələri, zənginlik və xoşbəxtliklə doldurun. Sevinc və həyəcanın aydın mənzərəsini təsəvvür edin, hiss edin. Təsəvvür edin ki, necə insan olmaq istəyirsiniz? Məsələn, zəngin, sağlam, xoşbəxt və s. İndi bunun mümkün olduğuna inanın və şuurunuzu sevincli gözləntilərlə doldurun. Xəyallarınız tezliklə gerçəkləşəcək. Maddi uğursuzluqlar və əskikliklər yaşayan bir çox insan mənə müraciət edir. Məsləhət görürəm ki, var dövlətlə birlik hissini yaşasınlar və onunla birləşsinlər. Təəssüf ki, bu sözlərin arxasında nə dayandığını hamı başa düşmür. Ancaq ruhani qanunları bilən və onlara əməl edənlər üçün arzu etdikləri ilə şuurlu birləşmə çətin deyil. Yəni inandığın və xəyal etdiyin hər şeyə həyat verirsən. İnsan dünyanın qəddar və ədalətsiz olduğuna, həyatın çətinliklərlə, bəlalarla dolu olduğuna, insanlardan birinin digərinə qurd olduğuna inanırsa, dağıdıcı düşüncələrlə birləşir. Nəticədə ətrafındakı dünya onun daxili qorxularının və ən pis gözləntilərinin əksinə çevrilir. Qəzalar, problemlər, çətin vəziyyətlər, uğursuzluqlar və tərsliklər mənfi istiqamətlənmiş şuurun nəticəsidir. Baxın, insanların çoxu hansı düşüncə və əhval-ruhiyyə ilə yaşayır? Onlar şuuru məhv edən qorxu və qəzəb, qeybət və qısqanclıq, inamsızlıq və narahatlığa təslim olurlar. Zənginliklə vəhdət içərisində olma hissini yaşayın. Bu duanı inancla edin. Tanrı bütün yaxşılıqların mənbəyidir, çünki o, sonsuz sərvət və izzət sahibidir. Əgər bacarmırsınızsa, meditasiya edərək və bu sözləri təkrar edərək şuurunuzu dəyişməyə çalışın. Mən Tanrının verdiyi istedad və bacarıqlarımdan istifadə edə bilərəm. Bu mənə böyük sərvət gətirəcək. Amma tutuquşu kimi təkrarlamaqdan qaçın. Dua mənalı olmalıdır. Hər sözü sevgi, ümid və inancla doldurun. Onu şuur altına həkk olunacaq və şuuru dəyişdirəcək şəkildə canlandırın. Bu yaxınlarda bir tələbəm öz restoranını açmışdı. Şad xəbəri mənimlə bölüşmək üçün zəng etdi. Mənə elə gəldi ki, bu restoran mənimlə birdir. O məndən, mən də ondan ayrılmaz. Yəni tələbəm uğur qazanmağa qərar verdi. Məqsədinə doğru qətiyyətlə və əzmlə addımladı. Öz biznesini açıb onu inkişaf etdirdi və öz arzusu ilə birləşməyi və onun gerçəkliyinə inanmağı bacardı. Xəyallarınız və arzularınızla bir olun. Pis danışmağı, özünüzü günahlandırmağı, hirslənməyi, qorxmağı və narahat olmağı dayandırın. Məqsədinizə diqqət yetirin. Uğurunuza və firavanlığınıza inanın. Əgər iki ayağa qulluq edirsinizsə, yəni xəyalınızın gerçəkləşəcəyini əvvəlcə qəbul edib, sonra isə rədd edirsinizsə, boş yerə işləyirsiniz. Bu turşu və qələvi qarışdırmağa bənzəyir. Nəticə inert bir maddədir. Xəyallarınıza və arzularınıza sadiq qalın ki, uğur və firavanlığa doğru düz yolda möhkəm addımlar atasınız. Biz bu sadə həqiqətlərin müqəddəs yazılarla təsdiqini görürük. Məsələn, Tanrı qadını kişinin qabırğasından düzəltdi və onu kişinin yanına gətirdi. Qabırğanız, inandığınız, düşündüyünüz, xəyal etdiyiniz və əldə etmək istədiyiniz şeydir. Qadın hisslər və daxili təcrübələrdir. Xəyalınızı sevgi və diqqət ilə əhatə etməli, onu böyütməli və bəsləməlisiniz ki, bir gün gerçəkləşsin. Xəyal və arzu ata, hisslər və daxili təcrübələr isə anadır. Onlar şuurda daim birləşirlər. Uspenski istək və hisslərin bu birləşməsini başqa element adlandırır. Ona neytral element deyir. Biz isə onun sülh olduğunu deyə bilərik, çünki Tanrı sülhdür. Müqəddəs yazılarda deyilir, çiyinlərində hökmranlıq olacaq.
Bu o deməkdir ki, biz ilahi hikmətə təvəkkül etməliyik. Onun hidayət və müşayiət etməsinə icazə verməliyik. Arzularınızı və dualarınızı bu dəyişməz, sonsuz qüdrətə yönəldin. Narahatlığınızı dağıdacağını, yaralarınızı sağaldacağını, sizi gücləndirəcəyini, sizi sülh və əminamanlıq ilə dolduracağını bilə-bilə bütün qəlbinizlə və ruhunuzla ona inanın. Ürəyinizi və ruhunuzu açın. Bu duanın sözlərini söyləyin. Tanrı mənim kapitanımdır. Məni müvəffəqiyyətə və firavanlığa aparır. Mənə hikmətli nəsihət və hidayət verir. Hər səhər və axşam bu duanı oxuyun. Mən Tanrının lütf və bərəkətinin daim axdığı bir kanalam. Bu duanı qəlbinizdə saxlayın, şuurunuzda qeyd edin. İlahi izzət yolundan azmayın. Şuurun işləyən qanunlarını bilməyən biri təşviş və təlaşla doludur. O problem və çətinliklərin yükünü daimi ilahi hüzura verməyə və ondan xilas olmağa hazır deyil. Dünyaya yeni baxış bucağı verən bir şərq hekayəsi var. Buddist rahibin tələbəsi müəllimindən soruşur: "Həqiqət nədir?" Rahib heç nə demədən çantanı çiynindən götürüb yerə qoyur. Tələbə başqa sual verdi: "Müəllim, sizin həqiqətiniz necə kömək edə bilər?" Buddist rahib çantasını səssizcə çiyninə qoydu və mahnı oxuyaraq yolda getməyə başladı. Bu hekayə simvollarla doludur. Çanta sizin yükünüz və probleminizdir. Siz onu ilahi hikmətə etibar etməlisiniz. Çünki yalnız o hər şeyi bilir və sizə ən yaxşı həll yolu göstərə bilər. Rahib çantanı öz çiyninə qoydu. Bu o deməkdir ki, problem hələ həll olunmayıb. Lakin o bununla məşğul olmur və rahatdır. Çünki ilahi hikmət ona kömək edir. Duaların qəbul olunacağına inamla zəfər nəğməsi oxuyur. Müqəddəs kitabın bu ayələrinə nəzər salaq. Hər kəs əvvəlcə yaxşı şərabı təqdim edir. Sərxoş olandan sonra isə pis şərabı. Amma sən yaxşı şərabı uzaqlaşdırırsan. Bu şuur qanunlarını öyrənməyə başlayan hər bir insanın başına gəlir. Başlayan insan parlaq ümidlər, yüksək məqsədlər və xoş niyyətlərlə doludur. O təzə süpürgə kimi bir zərrə belə toz qoymadan təmizləyir. Amma təəssüf ki, tələbə güc mənbəyini unudur. Ona kömək edən, ona lazımi bilik verən, problemlərin həllinə kömək edən, onu azadlığa və daxili rahatlığa aparan, geniş yola yönəldən ilahi əsasları pozur. Bu insan doğru yoldan sapan və arzularının gerçəkləşməsinə mane olan səsləri dinləməyə başlayır. Bununla da o öz prinsiplərinə xəyanət edir və uğura gedən yolu özünə bağlayır. Unutmayın ki, şuuraltı hər hansı bir xahişinizi qəbul etməyə və onu yalnız özünə məxsus şəkildə həyata keçirməyə hazırdır. Sizdən gözlənilən tək şey şuuraltınıza ümid və inamla üz tutmağınızdır. Bərəkətli torpağa toxum əkmək və ya yaxşı dostunuza məktub göndərmək kimi düşünün. Tezliklə cavab alacağınızı dəqiqliklə bilirsiniz. Dağlardakı əks-səda səsləri cavab verdiyi kimi, həyat prinsipi də bizim hər düşüncəmizə, hər hissimizə cavab verir. Daxili səs, şuurunuzda qurduğunuz arzu və istəklər zamanla şuuru doldurur, ta ki siz onlardan razı qalana qədər. İndi şuurun fəaliyyət qanunlarını bildiyiniz üçün özünüzə icazə verməyin ki, güc və qürurla məst olasınız, təkəbbürlü və özbaşına olasınız, boş və egoist olasınız. Özünüzə və başqalarına xeyir-dua vermək, şəfa vermək, ruhlandırmaq və dəstəkləmək üçün bu güclərdən istifadə edin. Bir çox insan şuur qanunlarından sui-istifadə edir. Onlar yalnız özləri haqqında düşünürlər. Digər insanlar sadəcə öz məqsədlərinə çatmaq üçün bir vasitə olur. Bu insanlar bilmədən özlərinə zərər verir. İtkiləri və fəlakətləri həyatlarına cəlb edirlər. Onlar bilmirlər ki, yalnız xarici dünyanın alətləri ilə həqiqi gücə, həqiqi sərvətə, təhlükəsizliyə, əmin-amanlığa və qorunmaya nail ola bilməzlər. Bu nemətlər içimizdəki sonsuz xəzinədən gəlir. Yaxşı şərab həmişə mövcuddur. Çünki Tanrı sonsuzdur. Bütün problemlər və çətinliklər sizi əhatə edəndə belə onlardan xilas ola və xoşbəxt olmağa sizin də haqqınız olduğunu sübut edə bilərsiniz. Elə isə gözünüzü göyə çevirin və yükünüzü Tanrıya verin. Göyə baxmaq, qarşıda olan yaxşı şeyləri aydın şəkildə təsəvvür etmək, yeni biri olmaq, özünüzü yeni birisi kimi qəbul etmək və xoşbəxtliyə inanmaq, tezliklə dua cavabının şərabını içə biləcəyinizi qəbul etmək deməkdir. İndi qurtuluş günüdür. Səmavi krallıq yaxındır. Yaxşı şərabı saxlamısan.
İlahi təxəyyülün gücü ilə siz şuurunuzu genişləndirə və beləcə müxtəlif situasiyaları yaşaya bilərsiniz. Deyək ki, siz zəngin, sağlam olmaq və ya tamamilə yeni və dahiyanə bir şey icad etmək istəyirsiniz. Başlanğıcda bu sizin şuurunuzda sadəcə görünməzdir, lakin gec-tez görünən olur, yəni real olur. Pul daxil olmamışdan əvvəl özünüzü zəngin hiss etməlisiniz. Çünki zənginlik bir şuur vəziyyətidir. Düşündüyünüz, hiss etdiyiniz, inandığınız və zehni olaraq qəbul etdiyiniz şeydir. Bir dəfə Kaliforniyada bir gənc müəllim vitrində $8.000 dəyərində dəbdəbəli Sansar xəz palto gördü. Gənc qadın ildə 5-6 min dollar qazanırdı. Ona görə də başa düşdü ki, bir neçə il pul yığıb belə bahalı şey almaq mümkün deyil. Bazar günü səhər kilsəyə getdi və mühazirələrimdə iştirak etdi. Bunları dinlədikdən sonra o neqativ düşüncələrini buraxıb uğura fokuslanmağa qərar verdi. Çünki hər kəs başqasına zərər vermədən istədiyi hər şeyi ala bilər. Xəz, maşın, ev. Mən gənc qadına təklif etdim. Təsəvvür edin ki, xəz sizindir. Onun sizi necə isitdiyini hiss edin və hiss edin ki, o günəşdə necə parlayır. O mənim məsləhətimə əməl etdi və hər axşam yatmazdan əvvəl xəzi yuxuda görür, onu sığallayır və uşaqlıqda gəlinciklərin saçını daradığı kimi yumuşaq, ipək kimi kürkləri barmaqları ilə darayırdı. Bir müddət sonra gənc qadın bu hisslərin gerçək olduğunu hiss etdi. İndi o xəyali sansar kürkünü geyinib bu dəbdəbəli əşyanın nəhayət ona məxsus olduğunu düşünməkdən xoşbəxt idi. 3 ay keçdi, amma arzusunun gerçəkləşəcəyi ilə bağlı heç bir işarə yox idi. Qadın ümidsizliyə qapılmaq üzrə idi, lakin şuuru ilə uzun müddət davam edəcəyi təqdirdə şübhəsiz ki, bunun reallığa çevriləcəyini bildiyi üçün özünü topladı. Müqəddəs kitabda deyilir: "Sona qədər dözən xilas olacaq." Yalnız qətiyyətini saxlayan və Tanrının onunla olduğuna inanan və ilahi hüzurun izzətini hiss edən hər bir vəziyyətdən çıxış yolu tapa bilər. Cavabı və onun həll yolunu tapan artıq həqiqətə çevrilmiş bir xəyal işığında yeriyən olmuşdur. Deyən insandır. İlahi hüzurun əzəmətində yaşamaq üçün daima xoşbəxtliyin və bütün gözəl şeylərin hələ gələcəkdə olduğuna dair sevincli bir gözlənti yaratmaq lazımdır. Daxili görünməz dünyada gördükləriniz tezliklə xarici aləmdə möcüzələr kimi ortaya çıxacaq. Düşünürəm ki, Kaliforniyadakı gənc müəllimə nə olduğu sizə maraqlıdır. Bir gün o, bazar günü konfransından sonra kilsədən çıxarkən tanımadığı bir kişi təsadüfən onun ayağını bastı. O uzun müddət üzr istədi. Sonra harada yaşadığını soruşdu və evə getməyi təklif etdi. Gənc qadın məmnuniyyətlə qəbul etdi. Qısa bir müddətdən sonra kişi qadının əlini istədi. Ona qəşəng brilliant üzük hədiyyə etdi və dedi: "Mən qəşəng bir xəz palto gördüm. O sənə çox yaraşacaq." Bu qadının 3 aydır xəyal etdiyi həmin o xəz idi. Satıcı bu müddət ərzində bir çox zəngin qadınların bu kürkü sınadığını və keyfiyyətinə, kəsiminə heyran qaldığını, lakin naməlum səbəbdən heç birinin onu almadığını bildirmişdi. Hamımıza seçim azadlığı verilir. Xoşbəxtliyi, sağlamlığı, sevgini, zənginliyi seçin və onların həqiqətə çevrildiyini təsəvvür edin. İndi inanc və qətiyyətlə məqsədinizə çata bilərsiniz. Səmanın bütün sərvətləri, sülh, sevinc, sevgi, dostluq, ilham, xeyirxahlıq, bolluq sizin içinizdədir və kəşf olunmağı gözləyirlər. Bunun üçün mövcud çətinlikləri və sıxıntıları bir kənara qoyub, şuurunuzda firavanlıq və xoşbəxtlik mənzərəsini yaradın və arzunuzla bir olmağın sevincini yaşayın. Bu anda parlaq, nikbin gələcəyi görüb, hiss edəndə arzunuzun doğru zamanda və doğru yerdə gerçəkləşəcəyini biləcəksiniz. Yadda saxlayın, daxili necədirsə, xarici də elədir. Göylərdə olduğu kimi yer üzündə də. Başqa sözlə desək, inanclarınızın gerçəkləşdiyinin şahidi olacaqsınız. Çünki insan öz inanclarının ifadəsi və cəmidir. Beləcə bir kitab səsləndirməmizin də sonuna gəldik, çatdıq. Mən bu kitabı çox bəyəndim və hər biriniz üçün də faydalı olacağına inanıram. Kanalıma dəstək olmaq üçün videonu bəyənib şərh yaza bilərsiniz və kanala abunə olub bildirimləri açın ki, növbəti səsləndirmələrdən ilk siz xəbərdar olasınız.